Yeni bir həftənin ilk 3 günündən hər birinizi salamlayırıq. Sabahınız xeyir olsun dəyərli izləyicilər. Hər birinizə xoş ovqatlı bir gün arzuluyuruq. Əhval-ruhiyyənizi yaxşı tutun ki, gün sonuna qədər də bax beləcə davam eləyəsiniz. Bizdə olan o pozitiv enerjini sizə də ötürməyə çalışacağıq. Aysun, sabahın xeyir olsun. Sabahın xeyir olsun, əzim, necəsən? Əlayam. Darıxmışdım səndən. Aysunla bir efir aparıram, əlbəttə ki, əlayam. Sən də yaxşı olasan. Mən də sənin üçün darıxmışdım. Canım, təşəkkür edirəm. Əziz izləyicilərimiz, sizin də sabahınız xeyir olsun. Hər birinizi həftənin bazar ertəsində xoş gördük. Bu həftənin ilk günüdür. Biz günə o qədər gözəl başlamışıq ki, deyərək, gülərək, bax bu NTV Səhərin kollektivi ilə, operatorlarımızla, rejissorlarımızla birlikdə və ümid var ki, sizin də əhvalınız xoşdur, yaxşıdır və biz bu enerjini ekran vasitəsilə sizə ötürə biləcəyik. Və əlbəttə ki, faydalı məlumatlarımız da olacaq və hətta günümüzün sualı da var. Maraqlı sualdaysın, o zaman səsləndir, artıq indidən yazmağa başlasınlar. Bəli, yayda sizi ən çox nə yorur dostlar? Yazın göndərin və yaxud da nədən zövq alırsınız? Yayın istisindənmi və yaxud da yoran ağcaqanadlar da ola bilər, deyilmi? Hər halda istirahətdən zövq ala bilərsiniz. Daha ətraflı əlbəttə ki, sizin fikirləriniz bizim üçün maraqlıdır. Yazın göndərin, rəsmi Instagram səhifəmizə, hətta şəxsi bölməmizə də yaza bilərsiniz. Yazın, irəliləyən dəqiqələrdə səsləndirəcəyik. Bəli, bugün də var gücümüzlə çox yaxşı, maraqlı sujetlər hazırlamışıq. Gündəmin aktual mövzularını nəzərə almışıq. Əlbəttə ki, uğurlardan da danışacaq. Studiyamızın qonaqları olacaq. Hər biri ilə maraqlı müzakirələrimiz olacaq. İndi isə anonsların vaxtıdır Aysun. Anonsları izləyək dostlar. Ardınca isə burada olacağıq. NTV Səhərdə az sonra. Gəncliyi qorumağın sirri gündəlik həyat tərzində gizlənir. Bəs sağlam və gümrah qalmaq üçün nələrə diqqət etməliyik? Zamin olmaq hansı hüquqi məsuliyyəti yaradır? Cizgi filmləri uşaqların inkişafına necə təsir göstərir? Hansı cizgi filmlər faydalı, hansıları zərərlidir? Yay mövsümünün ən çox sevilən qidalarından olan qarğıdalı həm dadı, həm də faydaları ilə seçilir. Qarğıdalının faydalarından bəhs edən maraqlı sujetimiz var. Bütün bunlar və daha çoxu üçün NTV Səhəri izləyin. Bəli, bugün də mövzularımız maraqlıdır. Bizi sona qədər izləyin. Amma ilk olaraq hava haqqında məlumatı öyrənməliyik. Əzizim Fəridə sizinlə paylaşacaq. Ah bu istilərdən danışırıq biz iyul ayısı artıq, amma öncədən deyim ki, xəbərdarlıqlar da var, bu barədə ətraflı məlumat verəcək. İndi isə bugün hava necə olacaq, o barədə sizə məlumat çatdırım. Səhər saatlarında havanın temperaturu 25-30 dərəcə aralığında dəyişəcək. Biraz yüngül külək hissi olacaq, günorta saatlarında isə 32-37 dərəcə aralığında hissi olacaq. Axşama doğru isə havanın temperaturu biraz enərək 28-36 dərəcə isti olacaq və bir qədər də cənub-şərq külək hissi olacaq. Bax belə, hava haqqında məlumatımız bundan ibarət idi. Az öncə söylədiyim kimi fərdə xəbərdarlıqlar var. Sizlərdə Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsiz qaydalarını bir daha xatırladır. Xüsusən də iyulun 27-si və 28-i üçün. Çünki ölkə ərazisində güclü külək əsəcəyi proqnozlaşdırılır, əziz izləyicilər. Yay fəslində insanların istirahət üçün çimərliklərə üst tutduğunu nəzərə alaraq xatırladırıq ki, küləkli havada dənizə girmək çox təhlükəlidir dostlar. Həmçinin kiçik həcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdır. Bundan əlavə güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, xüsusilə havaların isti və quru keçdiyi bu günlərdə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Eləcə də güclü külək zamanı yüngül konstruksiyalar və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir deyə açıqlama verdi Fövqəladə Hallar Nazirliyi. Mütləq əməl və riayət etməliyik. Sarı və narıncı xəbərdarlıq ediblər bir sözdən. Odur ki, diqqətli olmalıyıq. İndi isə biz məlumatlarımıza keçirik. Günün ən maraqlı, ən son informasiyalarını sizinlə paylaşacağıq. Rəsmi məlumatın varsa, Aysun, buyur, bölüş. Əslində, ötən həftəyə deyirdim bir nəzər salaq. Çünki ötən həftənin ən maraqlı
belə deyim, hadisələrindən biri də bilirik ki, Dreamfest keçirildi. Birazdan bu haqda danışacağıq. Bir də Göygöldə 5-ci Milli Yaylaq Festivalı keçirildi. Görüntüləri böyük ehtimalla siz izləmişsiniz. Deməli, Göygöl rayonunun Yeni Zot kəndi ərazisində yerləşən Xan Yurdu etno qəsəbəsində 5-ci Milli Yaylaq Festivalının açılış mərasimi oldu. Deməli, tədbirdə öncə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edildi. Daha sonra çıxışlar edildi. Gənclər və İdman naziri Fərid Qayıbov festivalın artıq ənənəvi xarakter aldığını bildirdi. Təbii ki, bu artıq böyük bir bayramdır. 5-ci dəfə təşkil olunur Milli Yaylaq Festivalı və biz doğrudan da bu festivalda milli ab-havanı görürük, hiss edirik deyə açıqlamalar verildi və çıxışlardan sonra əlbəttə ki, konsert proqramı ilə davam edildi festivala. Festival çərçivəsində ziyarətçilər üçün xalçaçılıq nümunələrinin sərgisi, sənətkarlıq köşəsi, oxatma, atçılıq, zorxana kimi milli idman növləri, etnospor üzrə məşqlər, uşaqlar üçün əyləncə məkanları, konsert proqramları, aşıq musiqisi və folklor çıxışları təşkil edildi. Bundan başqa isə ən maraqlı yorğ atlarının nümayişi, kəndirbazların və alov püskürənlərin çıxışları, eləcə də milli mətbəx nümunələrinin təqdim olunduğu yaylaq süfrəsi festival iştirakçılarının ixtiyarına verilmişdi və çox böyük maraqla qarşılanmışdı festival. Ümumiyyətlə, bu kimi festivallar həm Azərbaycanın o milli mətbəxi olsun, istər mənəvi dəyərləri olsun, həm özümüzə bir daha aşlayır bu hissi yaşatmaq üçün, eyni zamanda beynəlxalq müstəvidə də tanınmasına şərait yaradan amillərdən biridir. Elə festivaldan danışmışkən bir növbət festivalda mən paylaşım, bu barədə məlumatım var ki, belə ki, Cəlilabad rayonunda Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci il dönümünə həsr olunan 3-cü regional Gənclər Festivalı keçirilib. Belə ki, festival iştirakçıları əvvəlcə idmançıların nümunəvi çıxışlarını izləyib, daha sonra regionda fəaliyyət göstərən Gənclər Evləri Sosial Xidmət müəssisələrinin, eləcə də Cəlilabadda sənətkarlıq, əl işləri və xalq yaradıcılığı ilə məşğul olan gənclərin hazırladıkları sərgilərlə tanış olublar. Eyni zamanda deməli tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin əsasını qoyduğunu, gənclərə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıblar və bildirilib ki, Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini yüksək qiymətləndirir, onun müəyyən etdiyi inkişaf yoluna sadiqdir və qeyd olunub ki, Prezident İlham Əliyevin ölkənin inkişafı, beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi siyasət bugün gənclər tərəfindən deməli dəstəklənir və həmçinin 3-cü regional Gənclər Festivalının Cəlilabadda təşkilinə verdiyi dəstəyə görə də Cəlilabad rayon icra hakimiyyətinə təşəkkür ifadə olunub və festival çərçivəsində də nələr olub? Panel müzakirələr, intellektual yarışlar, gənclərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif mövzuda təlimlər keçirilib. Bəli, ümumiyyətlə bütün sahələrdə gənclərimizin uğurlarına şahid oluruq. İstər idman, istər mədəniyyət və daha bir uğuru isə sizdən paylaşım. Ötən həftənin ən maraqlı xəbərlərindən biri 6-cı yüksəliş müsabiqəsinin qalibləri mükafatlandırılıb. Deməli, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar Siyasət, Diaspor, Multikulturalizm və Dini Məsələlər Şöbəsinin müdiri, Yüksəliş müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Gənclər və İdman naziri Fərid Qayıbov, Mədəniyyət naziri Adil Kərimli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və digər rəsmi şəxslər, yüksəliş rəsmi şəxslər, ekspertlər, qaliblər və media nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən qonaqlar qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, yüksəliş müsabiqəsi ötən müddət ərzində ölkədə müasir idarəçilik mədəniyyətinin təşviqinə, yüksək potensiala malik rəhbər şəxslərin müəyyənləşdirilməsinə və yeni nəsil idarəçilərin yetişdirilməsinə xidmət edən siyasi platformaya çevrilib. Vurğulanıb ki, müsabiqə iştirakçıları praktiki təcrübə qazanmaq, real idarə etmə situasiyalarında öz potensiallarını nümayiş etdirmək, peşəkarlarla təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanları formalaşdırmaq üçün geniş platforma təqdim edir. Qeyd olunub ki, müsabiqənin yaradılması ölkə prezidenti İlham Əliyevin insan kapitalının inkişafına, perspektivli idarəçilərin üzə çıxarılmasına və onların dəstəklənməsinə, ölkənin peşəkar kadr ehtiyatının formalaşdırılmasına verdiyi xüsusi önəmin təzahürüdür və
onu da qeyd edək ki, dəyərli izləyicilər, yüksəliş müsabiqəsi ölkə prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən bir illik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünü inkişaf məqsədi ilə 20.000 manat məbləğində pul mükafatı əldə etmə imkanı qazanırlar. Sayca 6-cı yüksəliş müsabiqəsinin keçirilməsi ilə bağlı ölkə başçısı tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq sərəncam da imzalanmışdı. Qalibləri təbrik edirik və uğurlar. Təbrik edirik. Elə səhər ilk xəbərlərimizə gənclərimizin uğurlarından danışdıq, qalibiyyətlərdən danışdıq və növbəti bir gənclərdən gələn informasiyanı və eyni zamanda idmanla bağlı bir məlumatı bölüşmək istəyirəm. Belə ki, Macarıstanın Seged şəhərində keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avar çəkənlər arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Similovenka uğurlu nəticə göstərib. Milli komandanın üzvü 500 metr məsafədə bir dəfəlik kanoe qayığında mükafatçılar sırasına düşüb. Tatyana həlleci mərhələ olan A finalında finiş xəttini ikinci keçərək gümüş medala sahib olub və xatırladaq ki, Tatyana Azərbaycan milli komandası adından qitə çempionatında qazandığı ikinci medal hesab olunur. O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş U23 Avropa çempionatında da 3-cü yeri tutub. Bəli. Və az öncə biz söylədik, ötən həftənin maraqlı festivallarından biri də Sibrizdə keçirilən, Sibriz Kurort kompleksində keçirilən Dreamfest 2026 oldu. Beynəlxalq musiqi festivalıdır, bilirsiniz. Nəinki ölkə ulduzları, hətta digər, yəni dünya ulduzları da, Anya Lorak kimi ulduzlar da məhz həmin festivalda iştirak etdilər. Yəni ki, gördün, qırmızı xaldan keçən ulduzlarımızı. Hansının obrazı sənin daha çox xoşuna gəldi? Əslində, Nigar Camal oldu. Bunu necə qəbul eləyəcəksən, bilirsən ki, mən onu sevirəm, ona görə xalq artisti Aygün Kazımova. Bəli. Mənim üçün də ən çox maraqlı təbii ki, o divadır. Onun müzakirəsinə ehtiyac yoxdur. Mənim üçün isə təbii ki, hansı? Zülfiyə Xanbabayeva. Zülfiyə Xanbabayeva. Üzürlü sayağılıma gəlmədi, amma bilirdim ki, onu seçəsən. Hər birinin fərqli obrazı var idi. Hətta xalq artisti Faiq Ağayev belə həm Dreamfestə görə öz obrazını dəyişmişdi. Hər biri bəli, çox maraqlı idi. Bir daha xatırlatma edək. Deməli, konsert proqramından əvvəl festival iştirakçıları və dəvət olunmuş qonaqlar ənənəvi olaraq qırmızı xalıdan keçdilər. Keçərək tamaşaçılara media əsil musiqi bayramı ab-havası bəxş etdilər. Axşamın ilk dəqiqələrində festival meydançasında musiqi, canlı işıqlandırma effektləri və xoş ovqat hökm sürdü. Deməli, musiqi axşamı ilk olaraq Nigar Camalın ifası ilə başladı. Daha sonra isə deməli Edis və Emre Altun adlarını daşıyan ulduzların açılışı oldu Sibriz Şöhrət Xiyabanında. Və daha sonra isə əlbəttə az öncə səsləndirdiyimiz sənətçilər, sənətkarlar daha doğrusu Tünzalə Ağayeva, Dilarə Kazımova, Elnur Hüseyin, Fəruq Həsənov, Murad Baykayev, Faiq Ağayev, Ediz, Emre Altu, Emin, Anya Lorak və başqaları minlərlə tamaşaçı qarşısında çıxış etdilər. Əlbəttə ki, hər biri də özünə məxsus şəkildə, yəni möhtəşəm şəkildə çıxışları oldu həqiqətən də. Və Dreamfestin qonaqları üçün rahat nəqliyyat əlaqəsini təmin etmək məqsədi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də xüsusi avtobus xidmətləri təşkil etdilər. Avtobuslar hər gün 4-dən axşam saat 8-ə qədər deməli, Koroğlu metro stansiyasının şimal çıxışındakı transfer mərkəzinə, festival məkanına qədər hərəkət etmiş oldu. Bilirsən ki, həmin o, yəni o qədər insanlar çox idi ki, həm izləyicilər, həm gələn, yəni xaricdən gələn, daha doğrusu başqa ölkələrdən gələn, bəli, təşkilatçılar, yəni həmin o festivalda iştirak edənlər o qədər tünlük və qələbəli idi ki, o baxımdan o həm təhlükəsizlik qaydalarına xüsusi riayət olundu, həm də ki, nəqliyyat məsələsi də yəni diqqət çəkən məqamlardan, məsələlərdən biri idi. Və ən əsası isə, fərdi üzr istəyirəm, bunu da söyləyeyim. Deməli, nəyi səsləndirəcəkdim, unutdum. Həmin o, bəli, Şöhrət ulduzunun məhz açılışının olması, bir çox ulduzların adının ora həkk olunması da elə həmin festivalın ən maraqlı məqamlarından biri idi. Həm də tarixi bir məqamlardır. Bəli, tarixi. Ümumiyyətlə, ölkəmizdə müxtəlif festivallar təşkil olunur. Düşünürəm ki, keçirilən ən yaxşı festivallardan və ən maraqlı anlarla yadda qalan festivallardan biri də məhz Dreamfestdir ki, çünki Aysun ilə sözünə qüvvət, nəinki öz ölkəmizin sənətkarları və sənətçiləri, eyni zamanda dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar, dəvət almış qonaqlar da burada öz ifaları ilə yadda qalır, sevilir. Bəli. Bax belə,
digər bir məlumatı mən bölüşüm. Buyur, əlbəttə. Naxçıvan Muxtar Respublikası ilə bağlı olan informasiyalara keçmək istəyirəm. Belə ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində Marsol Qrup partnyorları ilə görüş keçirilib. Deməli, görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Naziri Kazım Hüseynəliyev bildirib ki, Naxçıvanda həyata keçirilən iqtisadi islahatlar əlverişli biznes mühiti və dövlət dəstəyi sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır. Nazir vurğulayıb ki, 1 yanvar 2026 il tarixindən tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri dövlət başçısının regiona göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Və Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 iyun 2026 il tarixdə qeyri-neft qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalanıb və 1 sentyabr 2026 il tarixindən qüvvəyə minəcək olan fərmanın əsas məqsədi isə ölkədə istehsal olunan malların xarici bazarlara, eləcə də Naxçıvan Muxtar Respublikası mənşəli məhsulların Azərbaycan Respublikasının digər ərazilərinə çıxış imkanlarının genişləndirilməsinə töhfə verir və məqsəd bu imkanları yaxşılaşdırmaqdır. Nazir sahibkarları Muxtar Respublikanın mövcud iqtisadi potensialına və yaradılmış əlverişli şəraitdən səmərəli istifadə etməyə, investisiya layihələrini reallaşdırmağa və dövlət özəl sektor əməkdaşlığının inkişafına töhfə verməyə çağırıb və deməli sözü gedən bu qrupun təsisçisi də bildirib ki, Tural Mustafayev sahibkarlar arasında güclü əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi, birgə layihələrin həyata keçirilməsi və investisiya imkanlarının araşdırılması, qoyuluşunun artırılması Muxtar Respublikada iqtisadi fəallığın güclənməsinə də mühüm töhfə verəcək. Əla. Davam edəcək dostlar xəbərlərimizlə. İrəliyən dəqiqələrdə idman xəbərlərimiz də var. Günün sualını bir daha xatırladaq Fərdə. Yayın istisində sizi ən çox nə yorur və yaxud da nədən zövq alırsınız? Yazın, göndərin və biz də irəliyən dəqiqələrdə səsləndirəcək. Bəli, indi isə nəyin vaxtıdır? Yenidən anonsları izləməyin. NTV Səhərdə az sonra. Gəncliyi qorumağın sirri gündəlik həyat tərzində gizlənir. Bəs sağlam və gümrah qalmaq üçün nələrə diqqət etməliyik? Zamin olmaq hansı hüquqi məsuliyyəti yaradır? Cizgi filmləri uşaqların inkişafına necə təsir göstərir? Hansı cizgi filmlər faydalı, hansıları zərərlidir? Yay mövsümünün ən çox sevilən qidalarından olan qarğıdalı həm dadı, həm də faydaları ilə seçilir. Qarğıdalının faydalarından bəhs edən maraqlı sujetimiz var. Bütün bunlar və daha çoxu üçün NTV Səhəri izləyin. Bəli, bütün bunlar və daha çoxu üçün NTV Səhəri izləmədə qalın. Dostlar, bir daha sabahınız xeyir olsun, gününüz xoş keçsin. Bizi izləyirsinizsə, düşünürəm ki, sizin gününüzün faydalı və səmərəli keçməsinə şərait yaradacağıq bizdə. Və səhər-səhərdə biz hər səhərdə vurğuluyuruq ki, günə başlayarkən ilk növbədə su qəbulu mütləq şərtlərdən biridir. Əlbəttə ki, suyun balansı da əsas amillərdən birinə çevrilib ki, bunu da nəzərdə saxlamalısınız. Sudan danışırıqsa biz əlbəttə siraf və badamlı təbii mineral sularını vurğulamalıyıq. NTV Səhərin rəsmi sponsordur. Təşəkkür edirik ki, hər səhər bizim həm süfrələrimizin, həm də studiyamızın stollarının üstün belə gözəl, dadlı sularla təmin edirlər. Bir daha təşəkkürümüzü bildiririk keyfiyyətə görə və dadına görə. Minnətdarıq. Bəli, təşəkkür edərək proqramımıza davam edirik xəbərlərimizlə. Deməli, Qarabağ iqtisadi zonasında yerləşən Füzuli Beynəlxalq Hava Limanında ötən həftənin son günlərində Aerokosmik Modelçilik Festivalı 2026 keçirildi. Gəlin bu festivalın məqsədi haqqında, əhəmiyyəti haqqında məlumatı sizlə paylaşım. Festival Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, Milli Aviasiya Akademiyası və yeni texnologiyaların inkişafına dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutdu. Tədbirin keçirilməsində isə əsas məqsəd ölkəmizdə raket və peyk modelçiliyinin inkişafına, gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılmasına, texniki yaradıcılığın təşviqinə və sağlam həyat tərzinin təbliğinə dəstək vermək olub. Festivalın açılış mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Gənclər və İdman naziri Fərid Qayıbov və Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov və ilk Türk astronavtı Alper Gezir Avcı çıxış edərək aerokosmik sahənin inkişaf perspektivləri, gənclərin innovativ
təhsil düşüncəsinin təşviqi və festivalın elmi-texniki yaradıcılığının inkişafına verdiyi töhvədən bəhs ediblər. Deməli, ən maraqlı məqamları sizlə paylaşım dostlar. Festivalda iştirak edən ilk türk astronavtı Alper Gezirovçu müsahibəsində bildirdi ki, işğaldan azad olunmuş Füzulidə aerokosmik modelçilik festivalında iştirak etməkdən böyük məmnunluq duyur. O, bu torpaqların azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini dərin ehtiramla yad edir. Yad etdiyini və qaziləri isə möhkəm can sağlığı arzuladığını bildirdi və bu festivalda əməyi olan gənclər gələcəyin mühəndisləri, texnologiya mütəxəssisləridir. Yarışlar zamanı səmaya qaldırılan raket və təyyarə modelləri sabah ölkənin texnoloji inkişafına imza atacaq gənclərin ilk addımlarını əks etdirir deyə açıqlamalar bildirdi. İştirakçılar hazırladıkları raket, təyyarə və digər aerokosmik modelləri nümayiş etdirməkdən məmnun olduğunu bildirdilər və onların sözlərinə görə bu cür festivallar gələcəkdə daha böyük uğurlara imza atmaq üçün güclü motivasiya yaradır. Gənclər aerokosmik modelçilik sayəsində biliklərini daha da inkişaf etdirərək beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etməyi qarşılarına məqsəd qoyduqlarını bildiriblər. Bax, görürsünüz, az öncə də vurğuladıq. Bütün sahələrdə, istər texnologiya sayəsində, mədəniyyət, idman, təhsil sayəsində biz həqiqətən də gənclərimizin uğurlarını görürük və əlbəttə ki, bu bizi qürurlandırır. Və atdıqları addımların hər biri də gələcəyə hesablanmış addımlardır əlbəttə. Uğurları bol olsun, karyeralarında hər zaman o yüksək zirvələri yaşasınlar. Və biz günün sualını təkrar xatırladaq. Artıq rəyləriniz var. Biz səsləndirəcəyik məlumatlarımızdan sonra. Yay aylarında daha çox nədən zövq alırsınız və sizi narahat eləyən hansı məqamlar var? Yay aylarında təbii ki, yazı fikirlərinizi gəlsin. Yay aylarında bilirik ki, daha çox istilər olur və iyul ayında, avqust ayında xüsusi olaraq vurğulayırlar ki, sinoptiklər daha çox isti olacaq və biz də bunun hətta şahidi olduq ötən günlərdə. Yəni həftə sonu Naxçıvanda da 41 dərəcəyə dək istilər müşahidə olundu. Ümumiyyətlə çölə çıxılası hava deyildi. Yəni bu gün də çölə çıxmaq lazım deyil. Lazım deyil. Bu gün də biraz istidir, amma ötən günə nisbətən bir balaca meh var, sərinlik var və deməli bu istilərdə nəinki bugün Azərbaycan ölkəmiz, eyni zamanda dünyanın, Avropanın bir sıra ölkələri artıq... Mən ötən gün elə bir xəbər də paylaşmışdım. Eynən, bəli, insan itkilərinə də gətirib çıxaran amillərdən birinə çevrilib hava şəraiti və bəzi ölkələr də havanın artıq sərinləşməsi üçün alternativ yollara əl atırlar. Məsələn, bu ölkələrdən deməli biri də Kolumbiyanın Medellin şəhəridir ki, artıq yaşıllaşdırmanın iqlimə göstərdiyi təsirini nəzərə alaraq və bu yaşıllaşdırmanın artmasını ən uğurlu təsir kimi hesab edirlər, nümunə kimi hesab edirlər və onlar şəhərdə həyata keçirilən yaşıl dəhlizlər layihəsi çərçivəsində təxminən 800 min ağac, eləcə də 2,5 milyondan çox kol və digər bitki əkilib. Əlbəttə, layihəyə 2016-cı ildə start verilib, özləri də qeyd edirlər, lakin bu il artıq həmin ağaçların, həmin bitkilərin, ümumiyyətlə yaşıllaşdırmanın artmasına daha çox üstünlük verirlər və deməli məqsədləri nədir? Qeyd etdiyim kimi sıx tikililər, asfalt örtüyünün çoxluğu və yaşıllıq sahələrinin azalması nəticəsində yaranan şəhər istilik adası effektini azaltmaqdır. Bu problem yay aylarında küçələrin həddindən artıq qızmasına və sakinlərin həyat keyfiyyətinin pisləşməsinə səbəb olurdu. Mütəxəssislərin sözlərinə görə ağaçlar havanı iki əsas yolla sərinləşdirir. Birincisi, kölgə yaradaraq yolları və binaları birbaşa günəş şüalarından qoruyur. İkincisi isə yarpaqlar vasitəsilə suyu buxarlandıraraq ətraf mühitin temperaturunu təbii şəkildə aşağı salır və aparılan araşdırmalar göstərib ki, geniş miqyaslı yaşıllaşdırma nəticəsində şəhərdə orta temperatur təxminən 2 dərəcə azalıb. Əslində 2 dərəcə sözdə o qədər də böyük görünmür, amma kifayət qədər azalma var. Kölgəli ərazilərdə isə hava əvvəlki ilə müqayisədə 5 dərəcəyə dək sərinləşib, yeni yaşıllıq zolaqları təkcə istiliyi azaltmayıb və layihə hava keyfiyyətinin yaxşılaşmasına, səs-küyün azalmasına, quşlar və tozlandırıcı həşəratlar üçün yeni yaşayış mühitinin yaranmasına da töhfə verib. Bəli, ən əsası yaşıllığın çox olması, təmiz hava deməkdir. Necə ki, bizim bəzi dağlıq ərazilərimizdə, dağlıq bölgələrimizdə, yaşıllıq olan bölgələrdə o sərinliyi biz müşahidə edə bilirik. Ona görə də yüksək dağları, məsələn, Bata-Batı deyə bilərik. Ona görə də yay gələn kimi hər kəs üst tutur. Məsələ yaşıllığı bol olan ərazilərə, bölgələrə, şəhərdən uzaqlaşırıq. Doğrudur. Və indi bir xəbər də sizinlə paylaşım. Dostlar, demək, təhsil xəbərimizdir. Buna davam edək. Mərakeş Krallığının Ali Təhsil, Elmi və Tədqiqat və İnnovasiya Nazirliyi 2026-2027-ci tədris ili üzrə demək, Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramına qəbul elan edir. Bu barədə mən Azərtacın məlumatını sizlə paylaşıram. Əlbəttə ki, məlumatı ilkin olaraq paylaşacağam, amma daha ətraflı öyrənmək üçün siz Azərtacın rəsmi saytından izləyə bilərsiniz detalları. Deməli, bildirilib ki,
Proqram Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında saziş çərçivəsində həyata keçirilir. Hökumətlər arası təqaüd proqramları çərçivəsində Azərbaycan vətəndaşlarına Mərakeşin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı təqdim olunur. Təqaüd proqramına müraciət üçün son tarix 6 avqust 2026-cı ildir. Təkrar edirəm. 6 avqusta qədər vaxt da var. 6 avqusta qədər vaxt var, müraciət edə bilərsiniz. Müraciət şərtləri və tələb olunan sənədlər barəsində bir daha xatırladım ki, Azərbaycan rəsmi saytından daxil olub izləyə bilərsiniz, tanış ola bilərsiniz. Bax, belə bu elanı da sizlə paylaşmaq istədim və buyur. Fəridə, sözü sənə verirəm. Mən isə Muxtar Respublikamızla əlaqəli olan məlumatları paylaşım. Deməli, Muxtar Respublikadan daha doğrusu 12 ölkəyə məhsul ixrac edilib. Bunu detallı olaraq mən vurğulamaq istəyirəm. Deməli, bu ilin yanvar-iyun aylarında Muxtar Respublikanın xarici ticarət dövriyyəsi 70,5 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,5% çoxdur. Deməli, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən açıqlama verilib. Xarici ticarət dövriyyəsinin 6,7 milyon ABŞ dolları ixracın, 63,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 14,4%, idxal isə 23,4% artıb. İxrac olunan məhsullar sırasında tütün məmulatları, vafli məmulatları, sement, elektrik enerjisi, alçıpa, mineral sular, travertin, deməli aromatlaşdırılmış içkilər, şəkər və şəkərdən hazırlanan gənnadı məmulatları, buğda kəpəyi, soğan, şokolad və tərkibində kakao olan ərzaq məhsulları, məsaməli beton, çay və salfet yer alıb. Həmin məhsullar Gürcüstan, Qırğızistan, Yəmən, İran, Türkiyə, İsrail, Suriya, İraq, Rusiya, Amerika Birləşmiş Ştatları, Qazaxıstan və Ukraynaya ixrac olunub. Əla. Mədəniyyət xəbərimizlə davam edək. Daha sonra idman xəbərimiz də var, Fəridə, deyilmi? Əlbəttə, daha sonra rəylərə keçərik. Siz yazın gəlsin. İzləyicilərimiz nə düşünürlər? Yayın istisində sizi nə yorur və yaxud da nədən zövq alırsınız? Yazın, göndərin. Deməli, dünən Nizami Kino Mərkəzində 29 imza sənədli filminin təqdimatı keçirildi. Film Füzuli rayonunun Qarxanbəyli və Merdinli kəndlərindən olan 29 şəhidin həyat hekayəsindən bəhs edir. Şəhidlərin həyat yolu ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri, arxiv materialları, musiqi və süni intellekt texnologiyası ilə yaradılmış vizual rekonstruksiyalar vasitəsilə ekranlaşdırılıb. 29 imza ayrı-ayrı bioqrafiyaların toplusu deyil, bir yurdun taleyinə yazılmış 29 ömrün ümumi yaddaşıdır. Ssenari müəllifi və rejissoru Vəfa Ağazadə olan filmin əsas ideyası şəhidlərin xatirəsini yaşatmaq, onların vətən uğrunda göstərdikləri fədakarlığı gələcək nəsillərə çatdırmaq və kollektiv yaddaşın qorunmasına töhfə verməkdir. Filmin təqdimatında isə iştirak sərbəst idi. Uğurlar arzulayırıq ümumiyyətlə bu filmi ərsəyə gətirən bütün yaradıcı heyətə. Həqiqətən şəhidlərimiz haqqında mənə elə gəlir ki, nə qədər kitablar yazılsa da, nə qədər filmlər çəkilsə də yenə də azdır və son illərdə demək olar ki, sayı getdikcə artır. Elə az öncə, daha doğrusu bir neçə həftə öncə demək yazıcı Aydın Tağıyev bu mövzuda kitab nəşr etdirmişdi və onlar davamlı olaraq şəhidlər haqqında kitablar yazırlar, nəşr etdirirlər. Bax, belə rejissorlar şəhidlərin demək xatirələrini canlandırmaq üçün məhz belə filmlər üzərində işləyirlər. Elə bizim doğma kanalımızın da istehsalı olan Ümid filmi də çox böyük marağa səbəb olmuşdu. Həqiqətən də təsirlənməmək mümkün deyil. Buna görə də bütün yaradıcı heyətə təşəkkür edirik və uğurlar arzulayırıq. Belə. Məlumatlarımız var, Aysunlu sözdən güvət, idman xəbərimiz də var. Varsa istəyirsən bölüş sonra rəylərə. Bir mədəniyyət xəbərimiz də var. Fərdə, olar mı? Onu da paylaşaq. Keçək daha sonra idman xəbərimizə. Deməli, Gürcüstan Azərbaycanlılarının inteqrasiya mərkəzinin nəzdində fəaliyyət göstərən Sarvan Folklor Ansamblı Türkiyənin Yalova şəhərində keçirilən Yalova Folklor Təhsil Mərkəzinin 29-cu Türk Boyları Mədəniyyət Festivalı çərçivəsində müxtəlif tədbirlərdə, o cümlədən qala gecəsində uğurla çıxış edib. Sarvan Ansamblı festivalda Gürcüstanı və bu ölkədə yaşayan Azərbaycanlıların zəngin milli mədəni irsini beynəlxalq auditoriyaya təqdim edib. Türk dünyasının ortaq tarixi, zəngin mədəni irsi və qardaşlıq bağlarını özündə əks etdirən festival çərçivəsində Sarvan Folklor Ansamblı Gürcüstanda yaşayan Azərbaycan türklərinin milli rəqs və folklor ənənələrini yüksək peşəkarlıqla nümayiş etdirərək tamaşaçıların böyük rəğbətini qazanıb. Xüsusilə qala gecəsinə təqdim olunan çıxış iştirakçılar və qonaqlar tərəfindən də böyük maraqla qarşılandı. Deməli, qeyd edək ki,
Türk Boyları Mədəniyyət Festivalı Türk dünyasının ortaq mədəni dəyərlərinin qorunması və təbliği, xalqlar arasında dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından mühüm beynəlxalq platformalardan biridir. Əlbəttə ki, Azərbaycanın da o platformada təmsil olunması hər birimizin adına böyük bir uğurdur. Bunu da paylaşmasaydıq olmazdı. Səhər-səhər ən yaxşı məlumatları, ən faydalı informasiyaları biz sizə ötürürük və ümidvarıq ki, bezmirsiniz bu informasiyalardan. Təbii ki, nə qədər qəza xəbərləri görmək olar. Əlbəttə, mədəniyyətdən danışırıq, idmandan danışırıq. Ürək açıcı xəbərlər çoxdur, onları paylaşmaq lazımdır ki, biz bu missiyaya xidmət edirik. Tamamilə doğrudur, razıyam Aysundan. Biz yay aylarını yaşayırıq, günün sağlığını xatırladaq bu məqamda. Daha çox yayda nədən zövq alırsınız və nəyi xoşlamırsınız, fikirləriniz varsa yazın, gəlsin. Biz isə rejissorumuzun icazəsi ilə ilk sujetimizi təqdim etməliyik. İlk sujetimiz nədən bəhs edir? Cizgi filmlərdən və cizgi filmlərin uşaqların psixologiyasına təsirindən nə yerdədir və nə dərəcədədir? Bunu isə psixoloq aydınlıq gətirəcək. İzləyək, ardınca isə burada olacaq. Çizgi film hərəkətləri şəkillər vasitəsilə hekayə danışan, vizual və səs elementlərini birləşdirən kino növüdür. Uşaqlar baxdıqları çizgi filmlərin sevimli personajlarına oxşamağa çalışır, onları özlərinə örnək götürürlər. Bu filmlərin balacaların inkişafına müsbət təsiri var. Çizgi filmlər uşaqların özünü, ətraf aləmi dərk etməsində mühüm rol oynayır. Günün müxtəlif saatlarında valideynlər öz övladlarına çizgi film izlədə bilərlər. Animasiya filmlərinin uşağın yaşına uyğun olması, onların aydın sujet xəttinə malik olması diqqətdə saxlanılmalıdır. Cizgi filmlər uşaqların həyatının ayrılmaz bir parçasıdır. Uşaqlar əksər hallarda cizgi filmlərə baxaraq emosional dünyalarını inkişaf etdirə, dil bacarıqlarını formalaşdıra və eyni zamanda ünsiyyət bacarıqlarını daha da aktivləşdirə bilərlər. Cizgi filmlərin uşaq psixologiyasına müsbət təsirləri ondan ibarətdir ki, artıq bu zaman uşaqlarda əməkdaşlıq, dostluq və sevgi bağları kimi bir çox müsbət xüsusiyyətlər formalaşır. Bununla yanaşı olaraq uşaqlar əgər öyrədici cizgi filmlərlə baxarlarsa, buradan rəqəmləri, hərfləri, rəngləri, heyvanları və gündəlik həyatlarında istifadə etdikləri bir çox məfhumları mənimsəyə bilərlər. Lakin müsbət təsirlərlə yanaşı, mənfi təsirlər də göz önündədir. Mənfi təsirləri isə qorxulu, yaşlarına uyğun olmayan kadrların seçilməsi uşaqlarda aqressiv davranışların yaranmasına gətirib çıxara bilər. Bu isə valideyn və övlad münasibətlərinin korlanması ilə nəticələnir. Bununla yanaşı olaraq uşaqların həddindən artıq qısa cizgi filmlərə baxmaları diqqətlərinin davamlılığını azaldır və bu da istər-istəməz uşaqların da diqqət dağınıqlığına, yuxu problemlərinə və fiziki aktivliyin azalmasına gətirib çıxarır. Elə cizgi filmləri var ki, onlara tamaşa edən balacalar bu personajların gerçək və xəyali olduğunu anlaya bilmir. Onların etdikləri hərəkətləri təqlid edirlər. Bütün bunlar isə uşaqların davranışlarına mənfi təsir göstərir. Uşaqların şəxsiyyətinin formalaşmağa başladığı məktəbə qədər dövrdə bəzi cizgi filmləri onlarda əsəbilik, aqressiya kimi emosiyalar yaradır. Uşaqların yaşına uyğun, daha da keyfiyyətli şəkildə cizgi filmlərin seçilməsi uşaqlar üçün daha da öyrədici əhəmiyyət kəsb edə bilər. Lakin bunu unutmamaq lazımdır ki, müxtəlif yaş dövrlərində, müxtəlif müddətlərdə uşaqların həmin cizgi filmlərə baxmaları daha məqsədə uyğundur. Hansı ki, 18-24 aylıqlarında uşaqlarda maksimum 1 saat kifayətdir cizgi filmlərə baxmaları üçün. Çünki bu dövrdə uşaqlar əksər hallarda öz valideynləri ilə vaxt keçirməyi bacarmalıdırlar. 2 yaşdan 5 yaşa qədər isə maksimum yenə 1 saat uşaqlar üçün kifayət bir vaxtdır və bu zamanda uşaqlarda cizgi filmlərə baxmaq valideyn nəzarəti altında həyata keçirilməlidir. Valideynlər birgə əgər cizgi filmlərə baxarlarsa və bu mövzu haqqında söhbət edərlərsə, uşaqlarda daha məqsədə uyğun şəkildə öyrənməkdən söhbət gedə bilər. Daha şiddətli, qorxulu kadrların seçilməsi uşaqlarda aqressiv davranışların yaranmasına gətirib çıxarır. Hansı ki, uşaqların inkişaf dövründə təqlidlə formalaşırlar və bu təqlidləri əgər onlar cizgi filmlərdən götürərlərsə, məqsədsiz şəkildə şuuraltılarına yerilmiş bir formada onlar artıq aqressiv davranışlar formalaşdıracaqdır. Məhz buna görə də biz televizorun, telefonun və onların tərkibindəki cizgi filmlərin uşaqlar üçün daha pasiv bir ünsiyyət vasitəsi olduğunu fərqinə varsaq, uşaqları şiddət, aqressiv və yaxud da diqqət dağınıqlığına gətirib çıxara biləcək hər hansısa bir davranışdan yayındırmaq üçün mütləq şəkildə onları aktiv ünsiyyət vasitəsinə keçirmək lazımdır. Uşaqlar çizgi filmlərlə böyüyür. Bu filmlər uşaqların xəyal dünyasını inkişaf etdirir, onları əyləndirir, öyrədici təsir bağışlayır. Bu incəsənət növü balacaların təlim-tərbiyəsində, bədii estetik zövqünün formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Bəli, sujetimizi izlədik. Ümumiyyətlə, son vaxtlar bilirsiniz ki, uşaqların psixologiyası ən çox danışılan mövzulardan biridir. Onların texnologiyadan istifadə etməsi, hansı oyunlarla oynayıb vaxt keçirməsi, cizgi filmlərinə bax, görürsünüzmü, sujetimizin mövzusu da məhz bu idi. Amma niyə ilk dəqiqələrdə, əziz əməkdaşlarımız, mənim ən sevdiyim cizgi filminin kadrlarını vurmuşdunuz? Rafadan tayfa. Rafadan tayfa hal-hazırda mən bu yaşımda olmağıma baxmayaraq, mən uşaqlarla oturub o həmin cizgi filmini izləyirəm. O da təbii ki, mən bilirəm kadr olaraq o cizgi filmin kadrlarından istifadə olunub. Dostluğu nümayiş etdirən bir cizgi filmidir. Elə bax, onunla bərabər bir neçə cizgi filmləri var və hətta Fəridə, mənim marağıma bilirsən nə səbəb oldu? Ötən günlərdə Sıçan və Pişik, Tom və Jerry deyirik. Bax, biz özümüz hər birimiz o cizgi filmi ilə böyümüşük və axır vaxtlar açıqlama verildi ki, o cizgi filmlərinə baxmaq olmaz, uşaqlara qarşı nə bilim aqressiya yaradır. Çünki bilirsən, orada ancaq dalaş bir-birinin ardınca qaçmaq. Yəni məsləhət olunmur uşaqlar üçün. Mən düzdür, psixoloqların fikirlərini təksib etmək fikrində deyiləm. Amma günümüzdə onların da sayı artdığına görə hara baxırsan, yəni psixoloqdur və yaxud da terapistdir və hansının doğru, hansının yanlış söylədiyini də biz bilmirik. Ona görə də məncə uşaqlar adı üstündə uşaqdırlar və onlar nə etməlidirlər? Əlbəttə ki, cizgi filminə baxmalıdırlar və bugün efirlərimizdəysə, onsuz da onlar senzuradan keçir, təqdim olunur deyə mən düşünmürəm ki, onun hansısa bir zərəri ola. Həm də sənin bu dediyin cizgi film, Tom və Jerry, yəni Sıçan və Pişik, biz zaten o cizgi filmlərlə böyümüşük. Bugün, yəni mənim psixologiyamı desək, müşahidə eləsəm, əgər biz yaxşıyıqsa demək problem yoxdur. Mən təsirini görməmişəm açığı. Bilmirəm indi, niyə bu qənaətə gəlirlər, niyə belə deyirlər. Hətta Maşa və Ayını da deyirlər ki, uşaqların danışmasında ləngimələr yaradan səbəblərdən. Çünki orada adətən Maşa və Ayı söhbətsiz danışmadan ünsiyyət yoxdur deyə. Ona görə bəzən düşünürlər ki, uşaqların danışmasının nitqində ləngimələr yaradır. Məncə cizgi filmlərindən çox, bəli, təbii ki, ona diqqət etmək lazımdır, amma qeyd etdiyim kimi efirlərdə yayımlanan cizgi filmləri senzuradan keçmiş cizgi filmləridir. Daha çox biz texnologiyada, bax bu kompüterlərdə, telefonlarda olan oyunlardan uşaqlarımızı bacardığımız qədər uzaq tutmalıyıq, uzaq saxlamalıyıq və nəzarət çox vacibdir məhz bu mövzuda. Əslində, reallığa baxsaq, baş verən bu ürək açmayan hadisələr demirlər cizgi filmdən yarandı. Deyirlər ki, telefonda oynadığı filan oyundan yarandı və yaxud da ki, izlədiyi hər hansısa bir video materialdan yarandı. Odur ki, sənin söz və qüvvət bu kimi məsələlərə önəm vermək lazımdır. Bəli. Davam edəkmi? Edək. Biz məncə uğurlardan danışaq. O zaman yaxşı idman xəbərimiz var idi, onu paylaşaq, daha sonra rəylərə keçərik. Öncə mən paylaşım o Fəridə icazənlə. Deməli, Macaristanda keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avar çəkənlər arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Similavenko uğurlu nəticə göstərib. Milli komandanın üzvü 500 metr məsafədə bir nəfərli kanoe qayığında mükafatçılar sırasına düşüb. Tatyana həlledici mərhələ olan A finalında finiş xəttini ikinci keçərək gümüş medala sahib olub. Xatırladaq ki, bu Tatyananın Azərbaycanın milli komandası adından qitə çempionatında qazandığı ikinci medaldır. O, ötən il Ruminiyada keçirilən, təşkil olunan U23, yəni 23 yaşlar arasında keçirilən Avropa çempionatında 3-cü yerin sahibi olub. Təbrik edirik. Uğurlar olsun, bol olsun. Bəli. İndi isə rəylərimizi oxumalıyıq. O zaman bir idman xəbərində paylaşım, daha sonra rəylərə keçək. Maşallah, nə qədər xəbərimiz var bugün. Azərbaycanlı idmançılar. Rəylərə tələsirsən, çünki maraqlı fikirlər var. Bir neçə saniyə sonra səsləndirəcək dostlar. Azərbaycanlı idmançılar Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq triatlon yarışına qatılıblar. Bu barədə Gənclər və İdman Nazirliyinə məlumat verilib. Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq triatlon yarışında gənc idmançılarımızdan Əli Rızazadə qızıl, Riyad Abbaszadə isə bürünc medal qazanıblar. Təbrik edirik hər birini. Elə bir neçə dəqiqə sonra yeni idmançılar studiyamızın qonağı olacaq. Bugün söz vermişik ki, ancaq idmandan danışaq. Bəli. Tək el idmandan danışaq, tək uğurlarımızdan danışaq, nailiyyətlərdən danışaq. İndi isə isti yay havaların qazandırdığı. Nəhayət ki, Fəridənin bayaqdan arzuladığı ana gəlib hadisələrdən danışacağıq və hələ rəyləri oxumazdan əvvəl sənə sual verim. Yayda, bilirəm, sən ümumiyyətlə istini sevmirsən, Aysun. Qəti. Bəs yayda daha çox sevdiyin və yaxud da ki, sevmədiyin nədir? Yəni isti havalardan. Yayda daha çox sevdiyim sərinlədirici avadanlıqlar. Elə onu deyəcəkdim, mənim qədər sevən yoxdur. Yəni istədiyin sadəcə budur. Bəli. Bəs sevmədiyin? O qədər. Mən daha çox nəyi sevmirəm? Ümumiyyətlə, mən yaşıllığa qarşı allergiyam olduğu üçün yayda meşəyə filan yaşıllığa gedib əyləşəndə daha çox allergiya reaksiyaları olur deyə bu cəhətdən sevmirəm. Və əlavə olaraq da
daha çox açıq havada yemək yeyərkən həşəratlar filan daha çox olur axı Ağcaqanadlar isti xüsusilə. havalardan Aha, dolayı. bəli, bəli. Bəli, onların o yeməyin ətrafında dolaşması filan, yəni bu kimi halları sevmirəm. Elə bunu demişkən bu öz rəyimdir və mütəxəssislər də deyir ki, xüsusilə arılar dövr eləyir yemək stolunun başında. Bunlardan necə can qurtarmaq lazımdır? Mən o məlumatı paylaşım, sonra Maraqlıdır. izləyicilərdən Əlbəttə paylaş. oxuyaq rəylərindən. Deməli, yay aylarında daha doğrusu açıq havada yemək yeyərkən tez-tez süfrəyə toplaşmağa başlayır. Qeyd etdiyim kimi arılar və onları uzaqlaşdırmaq üçün sayda üsullar çoxdur. Ən yaxşısı isə qəhvə çöküntüsündən istifadə etməkdir. Qəhvə çöküntüsü də telvə gedir adı. Bəli. Belə ki, quru qəhvə telvəsini kiçik qaba tökürsüz, masanın üzərinə qoyursunuz və ya tam quruduqdan sonra ehtiyatla tüstüləndirmək arıları narahat edir və qoxu yaradır. Bu üsul əlbəttə ki, həşəratlara yəni ziyan vermir, öldürmür, narahat olmayın. Sadəcə onları süfrədən uzaqlaşmağına səbəb olur, kömək eləyir və bundan əlavə şirin içkilərin və yeməklərin üstünü örtmək, tökülən şirin mayeləri dərhal silmək, zibil qabını bağlamaq və arıları qovmaq üçün qəfil hərəkətlər etməməkdə tövsiyə olunur. Bu da isti yay havalarının, aylarının gətirdiyi Maraqlı idi. hadisələrdən biri idi. Fərdi, elə belə baxıram, çox izləyicilər elə məhz həmin fikri paylaşıb, elə başlayaqmı rəylərə? Əlbəttə, bayaqdan gözləyirəm. Deyək ki, məni ən çox ağcaqanadlar yorur. Yayın bütün, demək, yayda bütün keyfimi korluyurlar, yazıb bir izləyicimiz. Məni isə yayda ən çox istinin özündən çox gecələr yatmağa qoymaması yorur. Yəni istidən yata bilmirəm, yazıb tamaşaçımız. Ona görə kondisioner mütləq var. Mənim üçün yayın ən gözəl tərəfi axşamüstü sərinliyidir. Gün batandan sonra gəzməyi çox sevirəm, yazıb tamaşaçımız. Bəli, elə Naxçıvanda da son günlərdə axşam saat 7-dən, 8-dən sonra bütün o istirahət məkanlarında, mərkəzlərində o insan çoxluğunu, qələbəliyini görürük, müşahidə edirik. Bu da təbii ki, isti ilə əlaqədardır. Açığı bu istidə evdən çıxmaq belə adamı yorur, yazıb tamaşaçımız. Siz mənim adamımsınız, mən də sizin kimi düşünürəm. Dəniz varsa yay mənim üçün gözəldir. Günün yarısını suda keçirə bilərəm, amma dostlar ehtiyatlı olun, 27-si və 28-ində dənizə qətiyyən getməyin. Xəbərdarlıqla. Yay səhərləri xoşuma gəlir. Hələ hava çox isinməmiş, küçədə gəzmək ayrı zövqdür. Bəli, razıyıq. Biz hər səhər 6-dan yuxudan durub efirə gələndə o sərinliyi hiss edə bilirik. Elə nə də odur. Mənim üçün yay, dəniz, günəş, musiqidir. Başqa heç nə lazım deyil. Ay, nə gözəl. İstidə yemək bişirmək məni çox yorur. Mətbəxdə dayanmaq belə çətindir, yazıb tamaşaçımız. Daha sonra kondisionersiz yay təsəvvür edə bilmirəm, Aysun xanım. İstiyə heç dözümüm yoxdur sizin kimi, yazıb bir izləyicimiz mənə dəstək oldu. Təşəkkür edirəm. Elə bilirəm, elə çox insan ümumiyyətlə istiyə dözə bilmir. Və adətən nənələrimiz, analarımız söyləyir, soyuqdan ziyan gəlir, istidən ziyan gəlmir, soyuqdan insan özünü qorumalıdır. Gün vurma, isti vurma halları bəs nədir? Bəli, mən onun əksini düşünürəm. Bax, elə əslində bizim bugünkü mövzumuzun biri də məhz gün vurma ilə əlaqəlidir. Elə bizim həkim qonağımızın da səhhətində problem olduğuna görə bugün üzürlü səbəblərə görə studiyamıza gələ bilmir. Sağ olsun, əlbəttə müzakirə edirik. Bax, görürsünüz, yayın əslində yayın zərəri var, soyuğun yox. Mən yayda kəndə getməyi sevirəm. Səhər təmiz hava, axşam həyət. Şəhərdən tamam uzaqlaşıram. Yay gələn kimi, yazıb tamaşaçımız. Mənə görə yayın ən yaxşı tərəfi səhərə qədər açıq havada oturmaqdır. Bəli, maraqlı rəylər var. Yazırsınız, yazmaqda da davam edin. Biz irəliləyən dəqiqələrdə yenə səsləndirəcəyik. Bir sözlə, Naxçıvanın bu isti havasında tövsiyə olunur ki, saat 8-dən 9-dan sonra çölə çıxaq. Xüsusilə də hər zaman deyirik, 12-dən 4-ə qədər olan saat aralığında qətiyyən tövsiyə olunmur. Həm gün vurma, isti vurma halları, həm də ki, dəridə o yanıqların, ləkələrin reallaşmasına da gətirib çıxarır o gün vurma. Ona görə özümüzü qorumalıyıq. Və kondisionerdən danışdıq əslində. Bir növ sanki kondisioneri təbliğ elədik. Əlbəttə, kondisionerin də qarşısında davamlı oturmaq sağlamlığımıza ziyan vurur. Özümüzü qorumaq lazımdır. Həm istidən, həm soyuqdan o balansı paralel şəkildə aparmalıyıq ki, xəstələnməyək. Bəli, xəstələnməyək. İndi isə davam edirik sujetimizlə. Sujetimizin mövzusu da maraqlıdır. Gənc qalmağın sirləri açıqlanacaq sujetimizdə. Görəsən tibbi tərəfdən mi açıqlanacaq, yoxsa emosional olaraq? Çünki hər ikisi də önəmlidir gənc qalmaq üçün. Həm tibbi prosedurlar sayəsində biz gənc qala bilərik, həm də yəni ruh halımız çox önəmlidir gənc qalmağımız üçün. Gəlin bir sözlə sujetimizi izləyək, ardınca studiyamızdan davam edərik. İllər keçdikcə dəridə qırışlar, elastikliyin azalması və ləkələr kimi yaşlanma əlamətləri meydana çıxır.
Dərinin gənc görünməsi üçün gündəlik təmizləmə, nəmləndirmə və günəşdən qorunmaq vacib hesab olunur. Xüsusilə günəşin zərərli ultrabənövşəyi şüaları dərinin vaxtından əvvəl yaşlanmasına səbəb ola bilər. Dərinin vaxtından əvvəl qocalması çox şaxəli prosesdir. Bura təsir edən müxtəlif faktorlar var, hansı ki, bunlar stres, yuxu rejimimiz, qidalanma rejimimiz, bizim fiziki aktivliyimizin nə dərəcədə olması, günəş məruziyyətinə nə qədər biz məruz qalırıq, zərərli vərdişlər var ya yox və eyni zamanda insanın öz düşüncə tərzi də bura müəyyən qədər təsir göstərir. Dəri üçün ən önəmli şərtlərdən biri də qidalanma və sudur təbii ki. Suyun tək dəri sağlamlığı üçün deyil, bütün insan orqanizmi üçün faydası olduğunu bilirik və gün ərzində ən az 2 litr su qəbul olunmalıdır. Hansı ki, bu dəri baxımından yanaşsaq, dərinin su balansını qoruyur, su itkisinin qarşısını alır, beləliklə də dərinin parlaqlığını, nəmini özündə saxlayır, eyni zamanda da elastikliyini təmin edir dərinin. Qidalanmaya gəldikdə isə, qidalanmada biz adətən antioksidant tərkibli qidalardan istifadə etməliyik. Hansı ki, antioksidant nədir? Vitamin E, vitamin C, selenium, beta-karoten tərkibli qidalardan daha çox istifadə olunmalıdır ki, onlar müxtəlif tərəvəz qidalarında daha çox olur, qoz, fındıq, çərəzlərdə, eyni zamanda zeytun yağında, yağ olaraq zeytun yağı daha düzgün hesab olunur və bundan əlavə olaraq qidalardan əgər danışırıqsa, xüsusi olaraq dəniz yosunu tipi var ki, spirulina bu tip dəniz yosunu daha yüksək proteinlə və daha yüksək antioksidanta malikdir ki, sırf dəri üçün, dəri sağlamlığı üçün çox faydalı hesab olunur. Bunu müxtəlif bütün qidalara gün ərzində bir dəfə əlavə etmək mümkündür. Mütəxəssislərin sözlərinə görə balanslı qidalanma, kifayət qədər su qəbulu və keyfiyyətli yuxu da dərinin sağlam və təravətli qalmasına müsbət təsir göstərir. Dəri gün ərzində nəmləndirilməlidir. Daha sonra səhər, axşam müxtəlif hər dəri tipinə uyğun olan təmizləyici vasitələrlə dəri təmizlənməlidir və digər dərinin ehtiyacı olan serumlar və sair preparatlar isə bunlar artıq dermatoloq tövsiyəsi şəklində yerinə yetirilməlidir. Kosmetoloji prosedurların təsiri ümumiyyətlə son dövrlərdə bu çox aktual məsələdir dermatologiyada və burada istər inyeksiyon proseslər olsun, istərsə də lazerlə icra olunan prosedurlar olsun ki, bunlar dəri yaşlanması üçün qarşısını almaq məqsədi ilə istifadə olunur və onların hər birinin də müəyyən qədər effektləri var əlbəttə ki. Bəziləri dəri tipinə asılı olaraq çox gözəl effekt verir, bəzi dərilərdə daha az effekt verilir. Təbii ki, bunların da hamısı nə ilə əlaqəlidir? Yenə də sağlam həyat tərzi ilə əlaqəlidir. Nə qədər daha çox sağlam həyat tərzi, o qədər də kənardan edilən müdaxilələr, yəni kosmetoloji müdaxilələr öz effektivliyini daha gözəl göstərir. Ancaq həyat tərzi nə qədər pasiv və qeyri-düzgün şəkildə irəliləyirsə, bu prosedurların da effektivliyi azalmış olur. Unutmayaq ki, dərimizə bugün göstərdiyimiz qayğı sabahki sağlam və gənc görünüşümüzün təməlidir. Bax, beləcə, sujetimizi də izlədik. İndi isə söz verdiyimiz kimi studiyamızda qonaqlarımızla söhbətimiz var, davam eləyəcəyik. Bugün demişdik axı, bugün uğurlardan və idmandan danışacağıq. Elə bu münasibətlə də studiyamıza mövzu ilə bağlı qonaqlar dəvət etmişik. Mövzunu isə bir qədər məlumat verim nədən ibarətdir. Naxçıvanlı karateçilər ölkə çempionatında fərqləniblər. Fərqlənən karateçilər və eyni zamanda onların məşqçiləri bugün studiyamızın qonağıdırlar. Bəli, daha dəqiq desək, 22 idmançı 18 medal qazanıblar, 6-sı qızıl, 7-si gümüş, 5-i isə bürünc medalla. Əlbəttə ki, hər bir medalın arxasında dayanmadan məşqlər, yorğunluq, məğlubiyyətdən sonra yenidən ayağa qalxmaq və ən əsası özünə inanmaq dayanır. İndi birazdan əlbəttə ki, qaliblərimizlə və məşqçilərimizlə daha detallı danışacaq bu mövzunu, amma öncə qonaqlarımızı təqdim edim. Nicat Allahverdiyev, Qapıcıq Karate-Do İdman Klubunun məşqçisi. Xoş gəlmişsiniz Nicat bəy və Niyaməddin Əliyev, eyni zamanda Qapıcıq Karate-Do İdman Klubunun
məşqçisi, siz də xoş gəlmisiniz və əlbəttə ki, qaliblərimiz hər biri danışarkən özlərini təqdim edəcəklər. Sabahınız xeyir olsun, Xoş necəsiz? gəlmisiniz, sabahınız xeyir olsun. Öncəliklə təbrik edirik sizi bu qalibiyyət münasibəti ilə. Uğur olsun təkər zaman işlərinizdə. Nicat bəy, sizdən başlayaqmı? Yarış haqqında gəlin məlumat verək öncə. Buyurun, söz sizə veririk. Qapçı Karate-Do klubunun məşqçisi, idman mütəxəssisi Nicat Allahverdiyev. Başlıca mən onu deyə bilərəm ki, bugün idman dövlət siyasətində prioritet məsələyə çevrilibdir. Eyni zamanda gənclərin sağlam ruhlu, savadlı, yüksək mənəvi keyfiyyətlərə malik olması üçün yüksək səviyyəli dövlət proqramları icra olunur. Ki, bu dövlət proqramları da ölkəmizin ev sahibliyi elədiyi möhtəşəm yarışlar, analoqa olmayan idman komplekslərinin tikilib bu gənclərin istismarına verilməsi bir daha göstərir ki, ölkədə idmana yüksək diqqət və qayğı vardır. Məhz bu, bizim iştirak elədiyimiz olimpiya ümidləri də Gəncə şəhərində keçirilən, Gəncədə və ölkəmizdə analoqa olmayan böyük bir idman kompleksində gənclərimizin ilk iştirakı ilə keçirilən olimpiya ümidləri beynəlxalq yarış idi ki, məhz bu yarışda 7-dən çox ölkənin 600-dən çox idmançısı, klubları iştirak edirdi. Naxçıvan karate nümayəndəliyi də birgə, yəni bütün klubların birgə iştirakı ilə orada biz təmsil olunduq. Gənclərimiz yaxşı nəticələrlə Muxtar Respublikaya qayıtdılar. Fəxri kürsüdə bizim idmançıların birinci pillədə dayanması əlbəttə bizi qürurlandırırdı və eyni zamanda inanıram ki, bütün Naxçıvanı qürurlandırırdı. Təbii ki, sözsüz ki, elə ona görə mən sizi dəvət etmişik bura. Və maraqlıdır, Niyaməddin bəy, bax bu qalibiyyət anında siz ilk növbədə ağlınızdan nə keçdi, hansı anı xatırladınız? Mən az öncə də söylədim, hər bir medalın arxasında dayanmadan edilən məşqlər dayanır, elə deyilmi? Əziyyət və zəhmət Əziyyət, durur. bəli, yorğunluq. Bəli, çox sağ olun bizi burada dəvət elədiyiniz üçün, bu gəncləri burada işıqlandırırsınız. Buna görə minnətdarlığımızı bildiririk. Mən qeyd eləmək istəyirəm ki, Naxçıvan Karate nümayəndəliyi 2016-cı ildən fəaliyyət göstərir. 11 idmançı məşqçi ilə fəaliyyət göstərir və bu günə 2016-cı ildən bir 10 il müddət ərzində böyük uğurlar əldə olunubdur və 200-300-ə yaxın məşqçi, idmançı bu karate idmanı ilə məşğul olur. Bizim sevincimizin verdiyi suala cavab olaraq bildirirəm ki, o hər bir döyüş qabağı əzmkarlıqla, o uşaqların o zalda tər tökməsi, mütəmadi olaraq fiziki gücün hazırlanması, taktikanın işlərin, spor döyüşlərin keçirilməsi və tatam üzərində qalib gəldikdən sonra ki, müəlliminə üzünü çevirib, mən bacardım, mən qazandım, mən bunu bacardım deməsi bizim üçün böyük sevinç, bizim üçün böyük bir qürurdur. Yəni orada o anı yaşamaq lazımdır. Həm stres baxımından bir müəllim olaraq, məşqçi olaraq biz uşaqlardan çox biz həyəcan yaşayırıq. Çünki o uşaq ora seçilib gələn uşaqlar elə belə zəif uşaqlar deyil. Hamısı orada idmançılar, güclü idmançılardır. Biz onların məsələn, necə ki, məsələn 300 nəfərin içərisində biz 22 nəfərlə gediriksə, orada da bütün karate idman klublarından da seçilirlər. Onlardan daha güclüləri gəlirlər ki, orada nəticə əldə eləsinlər. Məsələn, bu baxımdan da mənim ən böyük yadda qalan anlar odur ki, həm valideynlər, həm uşaqların o tatamin üzərindən bizə qalib deyəndə müəllim, mən qazandım, mən utdum, mən bunu bacardım. Bu sevinci orada yaşamaq, onu orada görmək lazımdır. Elə sevincdən danışırıq, uşaqların sevincini bizimlə bölüşməsini xahiş edirik. Elə gözəl, səndən başlayaq, buyur, özünü təqdim elə. Mikrofonu zəhmət olmasa götürək. Xoş gəlmişsən. Mən Bayramov Xədicə Bəhruz qızı. Xoş gəlmişsən Xədicə. Yox, hələ davam eləsən. Səndən danışıq, söhbətləşək. Necə keçdi hazırlıq prosesi, oradakı həyəcan olsun, hazırlıq olsun, ümumiyyətlə, necə keçdi yarış? Məşq günlərimdə müəllimlə məşq edirdim. Xədicə, biraz yaxın tutaq mikrofonu, zəhmət olmasın. Müəllimlə məşq edirdim. Olmayan günlər isə özüm evdə və yaxud atamla və yaxud da özüm idman edirdim. Ümumiyyətlə, inanırdınmı qələbə qazanacağına? İnanırdın. Yaxşı, həyəcanlıdır biraz. Xədicə, verək mikrofonu, verək digər gözələ. Mən Əlizadə Ali Niyaməddin qızı. Həyecanlı idim biraz, amma inanırdım ki, udacam. Qələbə qazanası və elə də oldu. Məncə, ilk növbədə sən həyəcanına qalib gəldin, deyil mi, tatamiyə çıxanda? Daha sonra rəqibinə qalib gəldin, deyil mi? Biraz elə yarış haqqında ətraflı məlumat ver bizə. Qızıl medal qazananlar sırasındasan, deyil mi? Afərin, maşallah. Xüsusilə qızların seçilməsi bu ayrı bir mövzudur. Birazdan danışarıq bu haqda. Buyur.
Özün haqqında danış. Nə vaxtdan başladın Bəli, idmana? nə vaxt, neçə Bir yaşında ildir karate başlayırsan ilə artıq məşğul idmana? olmuşdum. 11 yaşım var. Müəllimim Niyaməddin müəllimdir. Müəllim Necə oldu bax idmanın bu növünü seçmək qərarına gəldin? əslində idmanla marağım yox idi, amma görəndə biraz marağım artdı. Mən də iştirak elədim. Artıq özünü, necə deyirlər, belə çempionatlarda özünü artıq gördün ki, sən ən yüksək pillələrdəsən, artıq qızıl medal qazanırsan. Bəli. Halal olsun sənə, təbrik edirik. Birazdan yenə qayıdacağam, indi həyecanlısınız deyə çox danışdırmaq istəmirəm. Mikrofonu ötürək digər yoldaşımıza. Buyur özünü təqdim et. Mənim adım Adildir, soyadım Əliyevdir. Mən Samit oğlu. Mən yarışda birinci tatamiyə çıxanda çox həyəcanlı idim. Amma sonradan gördüm ki, həyəcan heç bir işə yaramayacaq. Ondan sonra mən də öz öyrəndiyim hərəkətlərlə rəqibimi udmağa çalışırdım. Əla, deməli özünün bildiyin o taktikalar var, texnikalar var, deyilmi? Onu paylaşırsanmı digər yoldaşlarına, yoxsa bu sənə özəldir? Yəni bu sirri heç kimlə bölüşmürsən? Bölüşmürəm. Sənin gələcəyin parlaqdır. Adil oldu, deyilmi sənin adın? Aha, daha sonra bax, sən də qızıl medal qazananlar sırasındasan. O an hansı hissləri keçirdin, Adil? İlk kimə, bax, təbrikin, daha doğrusu qalibiyyətini ilk olaraq kimə borclusan? Atama. Atana. Nə gözəl və əlbəttə ki, bir də məşqçinə, deyilmi? Müəlliminə, səni öyrədənə. Həyəcanlıdır. Həyəcanlıdırlar uşaqlarımız olsun, bu da çox təbii haldır. Buyur o zaman mikrofonu ötürək digər yoldaşımıza. Yenə qayıdacağım sizə, hazırlıqlı olun, qaydacağıq. Mən Pelent Alisa Birkan qızı 4 ildir ki məşq eləyirəm və özümə inancım vardı ki, gedib orada qalib olacağam. Tatamiyə çıxmadan qabaq çox həyəcanlı idim və udduqdan sonra ilk həyəcanımı anam ilə yaşadım, sonra isə müəllimlə yaşadım. Sevincini yəni. Əla. Neçə yaşın vardı? 11 yaşım var. 11 yaşın var. Neçə ildir məşğulsan? 4 ildir. 4 ildir, əla. Bundan öncə qalibiyyətlərin olubmu? Bəli, olubdur. İştirak etmisənmi? Ən çox sənin yadında qalan qalibiyyətin hansı olub, yarışın olub ki, o anı unuda bilmirsən? Bütün hamısı mənə görə çox yaxşı yarışlar idi. Haralarda iştirak etmisən? Onu da açıqlayaq. Naxçıvan, Bakı, Mikrofonu sağ- Naxçıvan, Bakı və Gəncədə iştirak eləmişəm. Əla. Davam edəcəyik. O zaman digər yoldaşımıza verək mikrofonu. Xoş gəlmisiniz. Xoş gördük. Mən Əsgərli Nicat Emiloğlu. 2 ildir ki, karate ilə məşğul oluram. Və mən tatamiyə çıxanda çox həyəcanlı idim. Məşqçim mənə qıraqdan taktiklər verdi ki, onu elə ki, qalib gələsən və mən onun dediklərini elədim, qalib gəldim. Təşəkkür edirəm burada özünə də. Bax, məşqçi ilə çalışırsınız, o sizə müəyyən istiqaməti verir, yöntəmləri verir, psixoloji hazırlıq baxımından dəstək göstərir. Bəs bir də var, insanın özünün öz üzərində çalışması, bu da önəmlidir. Siz necə özünüz, öz üzərində necə işləyirsən, necə çalışırsan, özün qarşına hansı məqsədləri qoymusan? Özüm qarşıma belə məqsəd qoymuşam ki, gələcəkdə Azərbaycan dünya çempionatına çıxacağam və çox yaxşı məşqdə işləyirəm. Əla. Bundan öncə də sənin qalibiyyətlərin olubmu? Olubdu, amma ikinci yerlər. Olsun, yəni gümüş medalla, bu dəfə isə qızıl medalla geri qayıtmısan. Təbrik edirik bir daha hər birinizi. Gəlin müəllimlərimizlə davam edək. O vaxta qədər siz də biraz rahatlanarsınız, studiyamızın havasını mənimsəyirsiniz. Ondan sonra yenə də davam edərik söhbətimizə. Olarmı uşaqlar? Hazırlıqlı olun. Qaydacıyıq sizə. Bəli, bax. Uşaqların da fikirlərindən aydın oldu ki, sözsüz ki, həyəcan olur uşaqlar arasında. O psixoloji hazırlıq çox önəmlidir. Bir də taktikalar, yəni idmanda bu çox önəmli. Hansı daha çox üstünlük təşkil edir sizcə qalibiyyətin qazanılmasında? Əlbəttə ki, taktika olmasa da psixoloji dəstəyin də bir xeyri olmayacaq. Psixoloji dəstək versək də onun heç bir taktikası olmayacaqsa da, o yenə heç də eləyəməyəcək. Ona görə bunlar vəhdət təşkil eləyir, biri-birini bağlayır. Biz eyni zamanda taktikanı formalaşdıranda elə psixoloji dəstək veririk. O taktikanı daha yaxşı mənimsəyəndə tamamilə bilirsiniz, onun psixologiyası qələbəyə yəni istiqamətlənir. Bəli, o bir məqsədi qələbə olur. Heç bir idmançı kürsüyə çıxanda düşünmür ki, mən bu yarışda ikinci və üçüncü olaram. Hamı birinciliyi düşünür və birincilik uğrunda mübarizə gedir. Ona görə yəni aydın məsələdir. Biri güclü, biri zəif olacaq. Orada bir xırda səhvliklə, müəllimin səhvliklə, tələbənin bizim orada ucuzdan ikinci yerə çıxan uşaqlarımız oldu finaldakı adi əlcəyin bağlamağa çalışmağı ilə döyüşün ortasında xal verdi və finalist uşağı idi. Məsələn, düşünürdük ki, bunlar mütləq birinci yerdə, amma görürsünüz, heç biz düşünməzdik ki, o zalın döyüşün ortasında əlcəyin bağlamağa çalışır. Yəni bu cür
texniki səbəblərdən final əldən gedə bilir. İkinciliklə kifayətlənə bilirik. Bəli. Amma indi buna baxmayaraq hər bir idmançının bir mənalı olaraq ümidi öz yarışında birinci yer tutmaq, beynəlxalq yarışda ölkəmizin bayrağını yüksək kürsüdə dalğalandırmaq, himnini səsləndirmək. Yəni biz uşaqlara vətənpərvər ruhu elə aşılayırıq ki, onlar ancaq düşünür bayraq və himni ən yüksək kürsülərdə dalğalandırmaq. Bilirsiniz, bugün ölkəmizdə idmana yüksək diqqət və qayğı vardır və bu yüksək diqqət və qayğının nəticəsidir ki, də ölkəmiz dünyada idman mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə ardıcıl keçirilən nüfuzlu idman yarışları və eyni zamanda bizim idmançıların iştirak elədiyi beynəlxalq yarışlarda ölkəmizin bayrağını, fəxri kürsünün ən yüksəyində dalğalandırması və himnimizi səsləndirməsi, rəqibinin canına qorxu salması. Bilirsiniz, bugün ölkəni tanıdan bir neçə faktor var ki, onlardan biri də idmandır. Və bugün idman cəmiyyəti də Azərbaycanda elə qurulub ki, idmançılar ölkəmizi bütün arenalarda ən yüksək səviyyədə təmsil edir və tanıdırlar. Bilirsiniz, hərbi ilə, döyüşlə yanaşı, elə idman da bir döyüşdür və idman da ölkənin bayrağını dalğalandırır və bütün dünya bunu tanıyır. Buna görə də hər bir idmançının bir məqsədi, indi tələbəmizin də qeyd elədiyi kimi, hər bir idmançının bir məqsədi öz ölkəsini beynəlxalq səviyyədə ən yüksəkdə tanıtmaqdır. Daha yaxşısını düşünmək. Bəli, bu cür ruh aşılayırıq uşaqlara. Onun birinci yer tutmağı yox, əsas ölkəmizi dünya səviyyəli yarışlara daşıyıb və ən layiqicə təmsil eləməsidir. Bir də biz az əvvəl rəqiblərdən danışdıq. Niyamətin müəllim, siz dediniz ki, rəqiblərimiz də olduğu qədər güclü idi. Bəs sizi bu qələbəyə aparan əsas amillərdən biri nə oldu rəqiblərinizlə müqayisədə? Bəli, biz demək, idmana yarış qabağı idmançılarla hazırlaşdığımız bir müddətdə bunlardan birinci növbədə fiziki hazırlıq və taktika üzərində və psixoloji hazırlıq. Bu istiqamətdə işimizi qururuq və hər bir idmançıya biz aşılayırıq ki, psixoloji olaraq aşılayırıq ki, rəqibin adının, titulunun hansı yerdə olması bizi düşündürməməlidir. Biz ancaq məqsədimizə qoymalıyıq ki, qalib öyrəndiklərimizi tətbiq edək. Əgər bu öyrəndiklərimizi tətbiq elədiyimiz halda elə zəif bir idmançı gəlir, elə yerdə böyük bir nəticə göstərir ki, o birbaşa o qabaqdakı rəqibə onun adına o da şey eləmir də, adına elə bir tituluna və ya onun böyük dərəcələr olmasına fikrini yönəltmir və zalda müəllimin dediklərini işlədiyi halda böyük nəticə əldə eləmiş olur. Yəni qarşındakın o qədər də əhəmiyyət kəsb eləmir. Əsas odur sən işinə fokuslanasan. Bəli, bəli. Öyrəndiklərimizi, bugün məsəl üçün hər bir tatami üzərinə çıxan rəqiblərimiz var ki, onlar da məsəl üçün bəzən görürsən ki, idmançı onlara elə bir hərəkət eləməlidir ki, o açıq versin. Yəni, o şahmat bir zəka bir oyunudur, bu karate də bir zəkadır, bir şahmat oyunu kimi elə bir gedişət eləməlisən ki, o açıq versin, sən ondan qalib eləsən, xal ala bilərsən. Yəni, buna görə biz idmançılarımızı buna əsas olaraqdan istiqamət veririk ki, heç vaxt bu formada biz işimizi qura bilsək, gedib o nəticəyə çıxa biləcəyik. Və bugün, məsələn, baxıram, idmançıların, məsələn, elələri var ki, məsələn, Azərbaycan bayaq vurğuladınız, siz vurğuladınız ki, Respublika çempionatı. Bu Respublika çempionatı deyildi, beynəlxalq tədbir idi. Əməkdaşımız da vurğuladı ki, 7 ölkəyə yaxın orada iştirak edirdi. Türkiyə, Gürcüstan, Pakistan və ya Rumıniya, bir çox ölkələrdən orada iştirak edirdi, idmançılarımız iştirak edirdi. Amma bizim o idmançılarımız, məsələn, bəzi görürsən, orada özləri can atırdı ki, məsələn, mən çıxım tatami üzərinə, mən gedim qalib gəlim, mən gedim sevincim, mən yaşayım onu. Nəzərə alaq ki, o qədər də təcrübəli idmançılar deyil, 2 ildir idman məşğul olan uşaqlardır əslində. Bəli, bəli. Bunların bəziləri var, məsələn, biraz daha uzun vaxt məşqlə məşğul olur. Xədicə Bayramovanın özü, məsələn, keçən dəfə də siz verilişdə dəvət eləmişdiniz. Bir çox yerlərdə, bir çox turnirlərdə, bir çox qızıl medallarla qalib gəlibdir. Bu, işlədiyi, özünə inandığı, əsas odur ki, idmançının özünə inamı olmalıdır. İnam olmasa, bu mümkün deyil ki, qələbə qazanmaq. Ən vacib şərt inamdır. Məğlub olsaq da belə yenidən ayağa qalmaq, ayağa qalxmaq inamı, gücü olmalıdır. İdmançı məğlub olduqdan sonra ruhdan düşməməlidir. Yenidən özünü bərpa edib, yenidən bir qələbə üzərində mübarizə aparmalıdır. Onda daha yaxşı nəticələr əldə eləmiş olur. Bir də idmanda soymamalısan. İdmanda, məsələn, bir balaca ruhdan düşdünsə, mən böyük qələbə qazandımsa, məsələn, bununla da yekunlaşdı deyə bir şey yoxdur. Yəni, bugün mən qələbəni qazandım, sevincin yaşadım, bitdi. Bizim üçün növbəti arenalara hazırlaşmaq lazımdır. Yəni, növbəti
turnirlərə getmək İrəlidəki lazımdır. hədəflərə Çatmaq lazımdır. Yəni bu gün bunların qarşısında biz bu məqsədlərə, bu hədəflərə bir məşqçi olaraq mən məsəl üçün bu tələbələrin bu məsəl üçün belə deyim gənc belə yetişmələrini, sağlam yetişmələrini, pis vərdişlərdən uzaq olmaları, bu bizim üçün vacib şərtdir. Vacib şərtdir ki, gəncləri pis vərdişlərdən uzaq edirik, idmana yönəlirlər, idmanla məşğul olurlar. Məsələn, dövlətinə sevirlər, dövlətinə sadiq olurlar, pis yönlərə yönəlmirlər. Hər tərəfli böyüdür sanki gəncləri, həm vətənpərvər, vətənini sevən bir gənc, həm sağlam düşüncəli, həm də az öncə siz bir fikir səsləndirdiniz, nəinki şahmat, mən elə idmanı zəka sahəsi kimi adlanır, zəka oyunu, idmanın bütün sahələrini, biz hətta demək, ötən həftə dünya çempionatını izləyəndə, yəni FIFA-nı izləyəndə belə, FIFA 2026-nı, yəni əfsanəvi ulduzlar belə o stadionda çıxış etsələr də, yenə də zəka sahibləri qalib gəldilər təbii ki. Həqiqətən də elədi, karatədə də elədi, digər sahələrində də zəkanı gəri ağlı işlədəsən, yəni o taktikalar var. İnsanın həyat tərzinə də yönəlir, orada işlədilən taktikalar. Həm insan öz həyat tərzinə də məsuliyyətli olur, disiplini və özünə inamı daha da artır. Adil idi də, deyilmi? Adil bayaq söyləyər ki, mənim özümə məxsus taktikalar var, onu kimsə ilə bölüşmürəm. İndi biz nə qədər eləsək də təbii ki, o bölüşməyəcək onu bizə, heç bölüşmədi, qoy bu səndə qalsın, tək sən qalib gəl tatamilərdə hər zaman. Hələ bizdə bir şey də vurğulayaq ki, məsəl üçün beynəlxalq tədbirlərdə gedirik, biz onun şahidi oluruq. Məsəl üçün başqa dövlətin idmançıları Azərbaycan idmançısı ilə üz-üzə gələndə biraz çəkinir ki, Azərbaycan idman paytaxtıdır, Azərbaycanda idmançılar daha güclü olur. Nə qədər çalışırlar ki, buradan yanasını keçsinlər ki, heç olmasa bir etap qabağa geçsinlər ki, Azərbaycan idmançısı ilə sonunda gəlsinlər üz-üzə. Canlarına qorxu salmışıq. Bəli, idman Azərbaycanda məsələn Ümumilli lider Heydər Əliyevin bir yaxşı bir kəlamı var idi ki, dünyada ikinci bir vasitə odur ki, idmandır ki, məsələn, ölkənin bayrağını, himnini səsləndirir. Yəni, dövlət tədbirlərinə gedəndə, ölkə başçılara gedəndə, burada tədbirlər, ölkə himn səslənir, bayrağımız uzalır. İkinci vasitə odur ki, baxırsan ki, böyük bir arenalarda Azərbaycan dövlət himni səslənir, Azərbaycanın bayrağı qalxır, dalğalanır. Bu bizə qürur verici bir anlar yaşadır. Yəni, o sevinci yaşamaq lazımdır. Yəni, düz deyil, buradan baxmaq çətindir, o arenada olmaq lazımdır ki, o sevinci yaşasın. O qədər həyat. Mən müəllimlərə deyirəm, müəllimlərlə söhbət edirəm, deyirəm, valla bu həm bizim üçün sağlamlığımıza ziyandır, həm də sevincimizi biz siz haralara qaldırır. O qədər o tatami üzərinə yerə qaydana qədər biz orada o qədər həyəcan yaşayırıq. Allah, bu görən necə olacaq? Bir qalib olsaydıq, bir yerə geçsəydik, çıxsaydıq, bu qədər əziyyət çəkmişik, bu qədər uşaqlar tər töküb. Yəni, bunun nəticəsi o. Bizim qazancımız budur. Yəni, burada bu gün məsələn gedib orada böyük bir medalla, uğurla qayıdıb gəlməlidir. Əlbəttə, 7 qızıl medal deyilmi? 6 qızıl medal. 6 qızıl, 7 gümüş. 5 bürünc. Elə Nicat bəy, Niyaməddin bəy, siz də fikirlərinizi bildirərsiniz. Valideynlərin də dəstəyi burada çox önəmlidir. Biz bir hardasa 10 il bundan qabaq, yəni efirlərdə təbliğ edirdik ki, uşaqlarınızı idmana yönləndirin. Bu istiqamətdə təbliğat xarakterli söhbətlərimiz olurdu. Amma indi onu demirik. Çünki indi elə valideynlər özü öz istəyi ilə müraciət edirlər sizə. Övladlarını daha doğrusu gətirirlər. Bax, elə burada qızların xüsusilə sayının artması, xüsusi diqqət çəkən məqamlardan biridir. Bəli, bu çox sevindirici haldır ki, bugün ölkəmizdə gender bərabərliyi daha aradan qalxıbdır. Bugün zallarımızda idmançılarımızın sayı bərabərdir, qız və oğlan idmançılarımızın. Və bu bizi sevindirir ki, qızlarımızın idmanda olması sağlam ana, sağlam gələcəyimizin formalaşması deməkdir. Əlbəttə ki, bugün bizim yaxşı tələbələrimiz var ki, onların anaları vaxtı ilə karateist olublar, biz onu tanıyırıq və bugün oğulları məşq eləyirlər, yaxşı da nəticələr qazanırlar. Bu genetik ötürməyə səbəb olur. Əlbəttə, bugün ölkədə idman təməli elə atılır ki, idmançı valideynlərin uşaqları daha ondan da üstün idmançıya çevrilirlər və ölkəmizi daha da yaxşı arenalarda, daha da yüksək kürsülərdə təmsil edirlər. Bəli, bu bir mənalı olaraq belədir və qızlarımızın bugün idmanda nəticəsi də demək olar, oğlanlardan üstün olur. Çünki yarış apardığımızın 5 qızın, inanırsınız, onun 5-i və yaxud da 4-ü birinci yerə çıxır. Yəni, o dərəcədə qızlarımızın cəsarəti, qızlarımızın diqqəti, həyəcanının az olmağı, bilirsiniz, yarışda həyəcan çox sözün deyil. Onu idarə edə bilirlər əslində. Qızlarda həyəcan oğlanlara görə çox az olur. Və həyəcan az olduğuna görə bizi eşidə bilir. Bizi eşitdiyinə görə taktikanı düzgün tətbiq eləyə bilir. Bunun nəticəsində də yaxşı nəticələr qazana bilirik. Ona görə bugün
idmanda qızlarımızın çox olması bizi bir məna olaraq sevindirir. Əla. Bu marağı daha da artırmaq üçün mütəxəssis olaraq sizcə nə etmək lazımdır? Əlbəttə bu marağı artırmaq üçün yəni qız tələbələrimizin yaxşı nəticə qazandığı tədbirləri paylaşmaq, işıqlandırmaq. Sağ olun ki, bugün siz eləyirsiniz və bunu daha çox kütlənin görməsi və valideynlərin öz qızlarını professional, təcrübəli mütəxəssis müəllimlərə həvalə eləməsidir ki, onlar yetişsinlər, yaxşı gələcəkdə idmançı olsunlar, öz ölkəsini təmsil eləsinlər. Bilirsiniz, bayaq qeyd elədiyim kimi yenə deyirəm, bugün ölkəmizdə idman o qədər yüksək diqqət və qayğı vardır və heç bir yaxşı nəticə qazanmış idmançı sıradan həyat yaşamır. Yəni bu faktiki görüntüdür və müşahidədir, görürük də biz idman içindəyik. Yaxşı nəticə qazanmış idmançılar gözəl həyat tərzi yaşayırlar. Yəni onların belə deyək, sabahı üçün yaxşı məvaciblər alırlar. Bugün olimpiya çempionu olmuş idmançılarımızın həyat tərzi çox yaxşıdır. Gözəl məvacib alırlar. Avropa və dünya çempionu olmuş, yığma komandaya düşmüş idmançılarımızın aylıq məvacibi və eyni zamanda mükafatları çox üstün səviyyədədir və bunu başa düşən hər bir valideyn düzdür. Bugün bizim idmançılara təhsilinə çox diqqətimiz sonsuzdur, çünki əsas təhsildir. O təhsil yolu ilə getməyə yenə də təhsildir. Çünki Ulu Öndər Heydər Əliyev deyirdi, təhsilli insandan razılaşmaq daha asandır. Və bunu biz prioritet olaraq götürürük Ulu Öndərimizin sözünü. Təhsilli idmançı ilə razılaşmaq daha asandır ki, nəinki təhsilsiz. Ona görə təhsilləri bizim üçün əsas prioritetdir. Amma eyni zamanda bugün təhsilin və dövlət işində irəliləməyinin illərlə verdiyi məvacib hər hansısa yaxşı bir yarışda qazandığı nəticədən çox geridir. Qazandıq nəticə, gələn yaxşı mükafat. Bugün ölkə başçımız bilirsiniz, sərəncamlar imzalayır. O sərəncamların nəticəsində olimpiya çempionlarımıza, dünya və Avropa çempionlarımıza yaxşı məbləğ verirlər. Fərqlənirlər əlbəttə. Və məbləğ də bunların bilirsiniz həyatını dəyişir və idman gələcəyini daha da genişləndirir. Bugün olimpiya çempionu olmuş idmançılarımız yaxşı zallar açırlar. Təmənnasız, maddiyatsız idmançılar yetişdirirlər. Çünki özləri o qazandığının bir neçə faizini ayırırlar ki, o ölkə üçün nələrsə eləyə bilərlər. Bilirsiniz, bunu sıradan vətəndaşlar eləyə bilmir, amma idmançılar eləyə bilir. Demək, bu onu göstərir ki, yaxşı idmançılarımızın olmağı onların öz gələcəyidir. Ona görə valideynlərə əlbəttə buradan səslənirəm. Əsasən də qız evladı, cəsarətli, güclü qız evladı olan valideynlərə səslənirəm ki, evladlarınızı idmandan, tək kariteni nəzərdə tutmamalı, idmandan kənarda saxlamayın. Bilirsiniz, valideyn evladını görür, uşaqlıqdan görür onun hiperaktivliyini, aktivliyini, bərkliyini. Bilirsiniz, elə bir evladları evdə saxlamaq, cəmiyyətdən kənar saxlamaq və ölkənin idman nüfuzuna müsbət gətirəcək prosesdən kənar saxlamaq saxlamamaq lazımdır. Nicət bəy, əlbəttə ki, bu qədər yaradılmış şəraitin qarşılığında heç nə etməmək, bir vətəndaş olaraq heç nə etməmək, bu bir qəbahət olardı. Mən əminəm ki, sizin bu dediyinizin qarşılığında valideynlərdə böyük bir həvəs yarandı ki, qoy biz də uşaqlarımızı idmana yönləndirək, bax belə medallarla geri qayıtsınlar ölkəmizə, Naxçıvanımıza. Neçə yaşdan müraciət etsin valideynlər, ümumiyyətlə mütəxəssislər, yəni övladlarını neçə yaşdan gətirsinlər idmana? Bugün o qədər yenilənmə gedir ki, 5-6 yaşdan sonra 5-6 yaşda gələn idmançılar daha tez qavrayır və daha irəliyə düşür. Çünki 8-9 yaşda keçirilən yarışda 8-9 yaşında məşqə gələn uşaq nəticə qazana bilmir. O geriləməyə düşür. Amma 5-6 yaşında gələn uşaq 8-9 yaşında yarışa çıxanda bunun 2-3 illik məşq təcrübəsi olur. Məşq təcrübəsi də onu başlıca özünü qorumağa, bədən özünü qorumağa alışır. Bilirsiniz, idman elə bir şeydir ki, nə taktika aşılayırsan, nə edirsən elə, bədənin özünü qoruma funksiyası var. Bu da çox zaman içində formalaşır. Yəni, yıxılmağında, gələn ona zərbəyə qarşı bədənə alışma deyə bir şey var. Əzələlər özünü yığa bilir, avtomatiki. Ona görə aşağı 5-6 yaşdan gələn idmançılar, yəni... 1-0 öndədirlər. Bəli, mütləq, bu belədir. Bax, məsələn,
Elə buradakı uşaqların özlərindən soruşanda görəsiniz, hamısı 5-6 yaşından gəliblər demək olar. Hə, dedilər elə, Bəli. az əvvəl də dedilər. Ona görə birinciliyi qazanmaq üçün yuvatmaq lazım deyil. Aha, aydındır. Təməldən İndi asılı. uşaqlar, heyecanınız keçdimi? Müəllimlərinizlə danışdıq ki, xeyli danışdıq ki, siz biraz heyecanınız keçsin, sizlə davam edək. Əslində biz birazdan iki qızımızın, deyilmi? Xədicənin, bir də kimin hərəkətlərini Aylinlə Alisa. Aha, hərəkətlərini nümayiş etdirəcəklər burada, izləyəcək. Amma biraz söhbətləşəkmi sizlə? Yoxsa hərəkətlərimizi nümayiş etdirməyə mi keçək? Hə, Xədicə? Bax, bundan öncə də bizim Mikrofonu studiyamızda götür, olmuşsan, zəhmət mən olmasa sənə heç Xədicə. gözləməzdim belə həyəcanlı olmaq. Düzdür, studiyamızda o qədər idmançılar olub ki, Nicat bəy, siz də dəfələrlə olmuşsunuz, Niyaməddin bəy sizlə. Mən bəzən uşaqları artıq qarışdırıram, xatırlamağa çalışıram Xədicəni. Düzdür, xatırlayıram simanı olaraq. Amma ötən dəfə hansı yarışda iştirak etmişdim? Bəli, bir xatırlatma verərsənmi? Ötən dəfə hansı yarışda iştirak Ötən etmişdiniz? proqramımızda Türkiyədə keçirilən. Aha, yavaş-yavaş xatırlayıram. Danış. Bir qısa bir şey deyim. Demək, bu ilin mart ayında Türkiyədə dünya çempionatı keçirildi. İstanbul şəhərində. Xədicə Bayramova orada qızıl medal qazanmışdı. Yadınızda aprel ayı içində burada çıxış da olmuşdu bunlarla bağlı. Xatırladım. Onunla bağlı öz fikirləri ötürdü. Xədicə, bundan sonra hədəfin, məqsədin nədir? Bu sahə üzrə davam etməyi planlaşdırırsan? Mikrofonu zəhmət olmasa yaxın tut. Belə etməyi planlaşdırıram. Mənim xəyalım əsas odur ki, böyük yarışlarda iştirak etmək, liqalarda iştirak etməkdir. Hər zaman irəlidə olmaq. İnşallah. Daha sonra mən istəyirəm sizdən belə daha çox danışım, söhbət eləyim. Bax, o anda bax tatamiyə çıxarkən, düzdür, az öncə yoldaşların söylədi, bizim hədəfimiz, məqsədimiz birinci olmaq idi. Amma məğlubiyyət də qaçınılmaz deyil, rəqibindən də asılıdır. Bəlkə rəqibin çox güclü ola bilərdi və sənə qalib gələ bilərdi. Ondan öncə sən başqa yarışları izləyirdinmi ki, səndə də müəyyən bu fikirlər formalarsın? Bəli, izləyirdim, taktikalar da bəlkə. Necə, özün şəxsən olaraq necə hazırlaşırdın yarışa? Mən onu eşitmək istəyirəm səndən. Özüm daha sıx məşq edirdim. O müəllimlə məşq edirdik birlikdə. 2-4-6 bəzən də məşq olmayan günlərdə gəlirdik, məşq edirdik. Var gücümüzdən çalışırdınız. Bəli, sözsüz ki, valideynlərinin də burada dəstəyi çox böyük olub, deyilmi? Təşəkkür etmək istəyirsənmi kameralarımız vasitəsilə? Mən ən çox idmana yönəldən atam olubdu. Atama buradan çox sağ ol deyirəm və müəllimim də əziyyət olubdu burada. Ona da çox sağ ol deyirəm. Elə sənin uğurun onlar üçün ən böyük təşəkkürdür, deyilmi? Davam edək. Daha sonra sən bax, sən özün şəxsən olaraq necə hazırlaşırdın? Adını unutdum, zəhmət olması bir də xatırla. Aylin. Nə gözəl adın var. Buyur. Necə şəxsən olaraq özünü necə hazırlayırdın yarışa? İdmana da gedirdim. Olmayan vaxtlarda da gedirdim ki, məşq edim, qəşəng birinci yerə layiq görüm. Evdə də öz-özümə işləyib yarışlarda qalib gəlirəm. Aylin, biz səni bir neçə ildən sonra da yenə də qalibiyyət kimi bu studiyaya, qalib kimi daha doğrusu studiyamıza dəvət edə biləcəyik. Davam edəcəksən bu studiyaya? Hər zaman. Necə də iddialıdır, maşallah. Afərin sənə. Biz də sizə baxıb görür doyuruq. Adil, az öncə Nicat bəy, bax müəllimin söylədi ki, məşqçin söylədi ki, qızlar daha belə cəsarətlidir, həyəcanlarını idarə eləməyi bacarır. Nə məsələdir? Sən nə düşünürsən bu barədə? Doğrudur səncə? Məncə doğrudur. Çünki qızların həyəcanı az olur deyə, belə həyəcanlı olmurlar deyə hərəkəti daha yaxşı eləyirlər. Onların birinci yerə çıxma ehtimalları çoxdur. Ay maşallah. Haqlısan. Təşəkkür edirik Adil. Buyur o zaman sən də öz fikrini bildir. Bundan sonraki hədəfin, məqsədin, bundan sonraki yolun, istiqamətin nədir? Bax, nə qoymuşsan qarşına məqsəd olaraq? Mən özümə güvənirəm ki, Avropa çempionu olmaq istəyirəm və Azərbaycanı dünya üzrə birinci yerə çıxartmaq istəyirəm. Mənim idmana yönəldən atam olubdu. Atan da idman sahəsində çalışıb indiyə qədər, yoxsa? Sadəcə dəstək olub sənə, istəyib ki? Dəstək olubdu, anam da dəstək olubdu. Salamlayırıq buradan bütün valideynləriniz, sizin bütün valideynlərinizi salamlayırıq. Atama və anama buradan çox təşəkkürlərimi bildirirəm. Mənə maraqlıdır, bax, idmanın qazandırdığı üstünlüklərdən biri də siz müxtəlif ölkələr gəzirsiniz. Bax, Xədicə Türkiyəyə gedib, İstanbul şəhərinə gedib. Sən indiyə kimi hansı şəhər? Bolqarıstanda olmuşsan. Daha sonra, bax, bilmirdik, bax, sənin Bolqarıstanda olmağını. Başqa hansı ölkələrdə olmuşsan? Mən Bolqarıstanda olmamışam. Xədicə Bolqarıstanda. Xədicə Bolqarıstanda, özürlü sayın, qarışdırdım. Bəs sən?
Naxçıvanda, Bakıda və Gəncədə yarışır. Gəncədə. Aha, inşallah sərhədləri də aşasan. Yəni bu sahədə irəliləsən. Bax, idmanın qazandırdığı üstünlüklərdən biri də budur. Məsələn, hansı ölkədə keçirilən çempionatda sən iştirak etmək istəyərsən, arzulayırsan bunu? Avropada. Avropanın hər hansı bir şəhərində. Güman edirik və əminik ki, bu da olacaq. Buyur Nicat, sən də son fikirlərini səsləndir, bizdən paylaş. Məqsədin nədir sənin? Məqsədim bayaq dediyim kimi Azərbaycanı Avropa çempionu olmaqdır birinci sırada və Azərbaycanı dünya çempionatında nümayiş elədi. Bəs son olaraq buradan sizi izləyən, sizin kimi gənclərə, şagirdlərə nə kimi tövsiyələr verərdin? Əlbəttə ki, sən də bir beynəlxalq çempionatda uğur qazanmış karateçisən, idmançısan. Deyərdim ki, hamınız idmanla maraqlanın və bədəniniz yaxşı olacaqdır və çoxlu qaliblər, medallar qazana bilərsiniz. Belə. Təşəkkür edirik. Uğurlar arzulayırıq uşaqlar hər birinizə. Bir şey vurğulamaq istəyirəm. Buyurun. Bayaq qeyd elədiniz ki, valideyn, məşqçi, tələbə arasındakı münasibətlər. Bu məşqçi, valideyn, idmançı arasında bu üç bucaq qurulmasa, valideynlərin bizə dəstəyi olmasa, biz nəticə əldə edə bilmərik. Ən böyük bizə qalib gəlirlər şərt valideynlərin bizə dəstək olmasıdır. Valideynlər uşaqlarını aşılayır günləri idmana, onları daimi gətirir, aparır, yarışlara kömək eləyirlər aparılması ilə bağlı. Mən burada bir Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi müəllimə öz təşəkkürümüzü bildiririk ki, bu yarışları təşkil edirlər. Orada onların komandası, biz bütün gedib orada iştirak edirik. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinə, rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Bizi daimi onlar diqqətlə saxlayırlar. Yarışlardan sonra məsələn bizi idman zallarında özləri dəvət gəlirlər, orada bütün uşaqlara stimul verirlər, mükafatlandırırlar bizi. Və Azərbaycan Karate Federasiyasının Naxçıvan nümayəndəsi Nərman Quliyevə öz təşəkkürümüzü bildiririk ki, bu Qapıçıq Karate klubunu yaradılıb və bunun timsalında bir 11 idmançı fəaliyyət göstərir. Yəni bunlar sizə özlərinin təşəkkürümüzü bildirir, işıqlandırırsınız. Aprel ayı üçün bu ikinci bizim elə bu il üçün ikinci nəticələrdir ki, biz oturmuşuq burada studiyada biz çıxış edirik. Amma keçən dəfəki tədbirdən sonra biz də müşahidə edirik ki, idman zalına müraciət edənlərin də sayında müəyyən artımlar var, maraq artıbdır. Yoxsa bu işıqlanmasa, bunu nümayiş elətdirməsək, öz çevrəmizdə bir neçə nəfər bilər, valideynlər və idmançıların arasında çevirə bilər. Amma bu televiziyada işıqlanandan sonra baxırıq ki, sayını artırmaq lazımdır. Say artmalıdır, bəli. Bu sayı artırmaq lazımdır. Bu mütəmadi olaraq bu işıqlanandan sonra nə qədər insanlar müraciət edir ki, bəs uşaqları istəyirik yönəldək bu idman növünə. Yəni Azərbaycanda bütün idman növləri həmişə inkişaf edibdir. Təkcə karate deyil, bütün idman növləri inkişaf edibdir. Və buna görə öz təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, bu şəraiti bizə yaradırsınız. Çox təşəkkür edirəm. Nicat bəy, sonda söyləmək istədiyiniz varmı? Çünki sizdən sonra biz müraciət edəcək qızlarımıza. Onu vurğulaya bilərəm ki, bugün bizim əməyimizlə yanaşı mətbuatın da əməyi sonsuzdur. Çünki hər yarışlarımızı, hər nəticələrimizi həm sosial şəbəkələrdə, həm televiziya vasitəsilə, həm qəzet vasitəsilə bütün mətbuat sahələrində işıqlandırılır, diqqətə çatdırılır, valideynlərin, idarəçilərin və başqa insanların diqqətinə çatdırılır ki, bu cür xidmət vardır və bu cür nəticələr vardır. Əlbəttə, bugün bir idman mütəxəssisi olaraq sevinirəm, qürurlanıram ki, biz getdiyimiz yarışdan ölkə üzrə medal sayına görə ikinciliklə qayıtmışıq. Bilirsiniz, bunlar hər bir idman mütəxəssisinin sevincidir, ruhudur. Biz idmançılar və idman müəllimləri o ruhla yaşayır ki, onların tələbələri, onların iştirak elədiyi yarışdan bölgəsinə, hər hansı bölgə olsun, ən yüksəklə qayıtmaq. Və biz bugün Naxçıvan Muxtar Respublikasına ən yüksəklə qayıtmışıq. Birincilik Gəncədə idi, çünki Gəncənin özündə keçirilirdi yarış. Orada idmançı sayı bizdən çox idi. Amma idmançı sayına, bizim idmançı sayımız o qədər idmançı ilə orada iştirak edə bilsə, əmin olun ki, biz birinciliklə qayıdacaqdıq. Buna görə də idmançı sayının, professional idmançı sayının artması üçün yenə də valideynlərə səslənirəm ki, uşaqlarınızı idmana istiqamətləndirin. İdman sağlam ruh, sağlam gələcək aşılayır. Eyni zamanda yaxşı fiziki sağlamlıq formalaşdırır gənclərdə, zərərli vərdişlərdən uzaqlaşır idmançılar. Sağlam düşüncə formalaşdırır. Mən görməmişəm ki, bugünə qədər hər hansısa bir idmançı zərərli işə yönələ. O gün ilin yekunlarında
prezidentimiz, Ali Baş Komandanımız gözəl bir fikir səsləndir ki, idmançılarımızın, yaxşı nəticəli idmançılarımızın 90% sosial mühitdə özünü çox gözəl aparır. Bəli, bugün idmançı, hər bir valideynin yetişdirdiyi idmançı evlad onun üçün yəni sosial mühitdə özünü mədəni, kültürlü, disiplinli aparan bir övlada çevriləcək. Nəinki idmandan kənarlaşmış uşaqlar. Ona görə də çox istəyirik ki, idmanın elə bütün sahələrində, bilirsiniz, idman mütəxəssisinin dərdi o olar ki, ancaq idman inkişaf eləsin. İdman bütün sahələrində idmançılarımızın sayı artsın. İnşallah. Sizə də təşəkkür edirik, minnətdarıq. Əminik ki, biz növbəti önümüzdəki aylarda da sizi mütləq dəvət edəcəyik uğurlarla, qalibiyyət xəbərləri ilə və indi biz sözü veririk kimə? Xədicə ilə Aylinlə. O zaman gəlin zəhmət olmasa bura. Medallarınızı da bəli. Bizə görə hansı idman hərəkətini göstərəcəklər? Siz istəyirsiniz, bura gəlirsiniz yerinizi dəyişək. Əminik ki, həyəcan olmayacaq, bəli. Mən əyləşirəm, əyləşər izləmək istəyirəm sizi. Hazırsınızmı qızlar? Buyurun, səhnə sizinlə. Bir-birimizi gözləyək. Bu hərəkət haqqında da Niyamətin bəy qısaca məlumat verə bilərsiniz? Yəni, bu hərəkət nə idi? Bəli, bilirsiniz ki, məsələn, bu texnikadan, idmanda, karate idmanında texnikadan sonra əsas vacib olan katadır. Bunlar, məsələn, katalar, bir çox katalarımız var. Yəni, bunlar ümumi döyüşün bir yığcam bir formasıdır. Bunlar işlədikləri Heyan Shodan katasıdır, bu işləyirlər. Və bütün idmançılarda həmişə həm komitə üzərindən yarışlarda iştirak edirlər, qalib olurlar, medallar qazanırlar, həm də kata üzərindən. Yəni bunlar təzə olduqlarına görə biraz indi ilkin o katalardan işlədilər. Amma bunların böyük, ağır katalar var ki, məsələn, burada izləməklə özünüz də görərsiniz ki, bunu izləsəz çox həyəcanlı və maraq diqqət çəkər ki, bunlar o proqramı axıra gətirib çatdırır. Yəni orada rəqibinin, məsələn, qurulub düşmüş bir ortamda, bir neçə nəfərin ortasında düşdüyü halda özünü müdafiədir. Məsələn, qarşı tərəfi vurur, sağdan adam hücum var, soldan hücum var, arxadan hücum var. Bunları komplekt yığır və bunlara qarşı o hər bir hərəkətində özünə məxsusluğu var. Bəli, hər bir hərəkətin elə bir qarşıdakına həm blok, həm də zərbə, müdafiə və hücum zərbəsidir onun işlədir. Əslində digər idman hərəkətlərini də bizim qızlarımız burada göstərə bilərdilər, amma studiyamızın şəraiti ona əl vermir. Burada gərək xalı olardı, deyilmi? Növbəti səfərdə düşünərik bu haqda. Onu da düşünmək lazımdır, amma biz bilirsiniz də 18 idmançının qalibi var. Biz bu studiya balaca oldu ona görə hamısının ürəyi atırdı ki, biz də gedək orada iştirak edək. Yəni hamını bura yığa bilmirdik. Mərhələ-mərhələ inşallah hər birini burada görərik. Hamısı bu dəqiqənin özü oturub televizyon qarşısında baxırlar. Bu dəqiqənin o həyəcan. 22 idmançı, bəli, əlbəttə ki, biz bura sığdıra bilmədik, amma salamlayırıq. Hamısı çox sağ olun, amma bunların da çox sağ olun, təşəkkür edirik. Gəldiyiniz üçün təşəkkür edirik və bir daha uğurlar uşaqlar sizə. Səsiniz, sədanız hər zaman yüksəklərdən gəlsin. Sağ olun, var olasınız, sağ olun. Və dəyərli tamaşaçılarımız, proqramımız davam edir. İndi isə sujet izləməliyik. Sujetimizin mövzusu da maraqlıdır. Yayın ləziz dadı olan qarğıdaldan danışacaq. Əlbəttə ki, faydaları haqqında məlumat da əldə edə biləcəksiniz. İzləyək, ardınca studiyamızdayıq. Bilirsiniz, xalq arasında bu məhsula tarlanın sarı qızılı deyirlər. Hansı ki, qabığını hər soyanda aylar sürən suvarmanın, torpağa verilən əməyin və necə deyirlər təmiz havanın qoxusu gəlir. Bəs gəlin görək, tarlanın sarı qızılı bu il fermerlərin üzünü güldürə bildi? Sarı dənələrin ətri, yay günəşinin istisi və aylarla çəkilən zəhmətin bəhrəsi. İndi tarlalarda qarğıdalı dəriminin ən qaynar vaxtıdır. Fermerlər gecəni gündüzə qataraq bol məhsulu vaxtına toplamağa çalışırlar. Gəlin elə suallarımızın cavabını fermerimizdən birlikdə öyrənək. Salam. Aleykümselam, xoş gəlmisiniz. Xoş gördük. Elə bizə maraqlıdır ki, bu məhsuldarlıq daha çox nədən asılıdır? Yəni qarğıdalının daha çox yetişməyi, daha belə deyək, məhsulun çox olmağına nə təsir edir? Yağışdan.
Yağış olsa, məsələn suyumuz olsa, hər şeyimiz bol olacaq, qarğıdalımız da olacaqdır. Məsələn, da bizim bostanımız da orada var. Burada xiyarımız da var, pomidorumuz da var, semişkamız da var, qarğıdalımız da var. Yağış olmayan, su olmayan sonra mahsul zay yolumuz gedir. Qarğıdalıya xüsusi bir baxımı lazımdır, yoxsa elə təbiətin öz axarına belə buraxır? Yox, baxımın lazımdır buna. Vaxtına baxmalısan, doldurmalı sözsən. Məsələn, bu təmiz makadır, bunlar, sütlü makadır bunlar hamısı. Bunun baxımı, bu maka hər şey, həm bunun xeyri var. Bunun maka telmayın özünün də xeyri var cəmaatlar. Çox eşitmişəm. Nəyə daha çox xeyri var deyirsiniz? Börəklərə xeyri var bunların. Ən çox börəklərə bunların maka telmayın xeyri vardır. Necə istifadə edirlər yəni? Bunu yığırlar, qaynadırlar, sonra içirlər. Heç şübhəsiz ki, yayın əvəz olmaz ləzzətlərindən olan qarğıdalının müştərisi də boldur. Elə burada da bir müştərimiz var. Salam. Bəli. Aleyküm salam, xoş gəlmisiniz. Xoş gördük biz də. Deyəsən qarğıdal almağa gəlmisiniz siz də. Biz elə həmişə bu qarğıdaldan arıq. Çox tamlı və dadlı, yaxşı qarğıdallardır. Həmişə bundan biz istifadə edirik. Çox gözəldir. Sizcə qarğıdalını seçəndə nəyə görə seçirlər? Məsələn, nəyinə görə? Bunun tumları tamam yerində olur. Tumlar tamam yerində olur. Həm də ləzzətli. Gör necə gözəl qarğıdaldır. Adamın tamağı düşür. Nuş olsun sizə. Çox sağ olun, çox var olun, əziz olasınız. Beləliklə də elə təzə-təzə dərilən qarğıdallar burada isti-isti bişirilir və xoş qoxusu ətrafa yayılır. Bu zəhməti alıcıya çatdıran isə günün altında yorulmadan çalışan satıcılardır. Yayın bu əvəz olunmaz ləzzəti olan qarğıdalı tarladan süfrəmizə gəlir. Salam. Salam. İndi bu yay vaxtlarıdır, belə deyək. Qarğıdalıya tələbat var? Bəli, bəli. Çiğ daha çox alırlar, yoxsa bişmiş? Bişmişi. Bişmişi niyə daha çox alırlar? Odunda qaynanılır, dadlı olur. Ona görə ən çox bişmişinə üstünlük verirlər. Bişirəndə belə xüsusi olaraq diqqət olunmalı ya da belə daha ləzzətli eləyən nəsə bir məqam var? Ən çox onun vallah ləzzətli olmağını odundan bişmək olur. Odun eləyir. Bəs içinə niyə limon atırsınız? O qəşəngdir də, dadlı olur. Görsən yeyəndə də limon qoyuruq yanına. Limonla qarğıdalı daha ləzzətli olur. Olur, istəyirlər. Onda elə yayın ləzzəti olan bu qarğıdalını isti-isti gəlib buradan alıb yeməyinizi bizə tövsiyə edirik. Vallah hamı isti istəyir. Niyəsə isti çox dadlı olur. Yayın ləzzəti adlandırdığımız bu qarğıdalı bişəndən sonra da xoş ətri və gözəl dadı ilə elə insanı necə deyirlər, yolda dayanmağa məcbur eləyir. Yayın əslində olduqca sevilən ləzzətli təyyamları, dadları çoxdur. Qarğıdalı da onlardan biri idi ki, biz faydalarından da danışdıq. Bax beləcə. Gəldik, çatdıq NTV Səhərin sonuna. Bəli, sabah eyni vaxtda yenə görüşəcək. Dəyərli izləyicilərimiz, sabaha qədər özünüzə, sevdiklərinizə yaxşı baxın. Allah amanıdır. Hələlik.